Hər vaxtınız xeyirli olsun. Mən İstimel Akademinin məntiq müəllimi Elbrus Həşimov. Bu videoda 18 yanvar tarixində tədris mərkəzimizdə keçirilmiş sınavın məntiq üzrə sualların izahını vermiş olacağam. 46-cı sualda diqqət yetirsək, aşkar operator formasında bir sual formasıdır. Deməli, diqqətlə baxsaq, burada A-nın qiyməti, B-nin qiyməti, C-nin qiyməti və D-nin qiyməti. Burada bizə əməl olaraq AB üstəgələk CD verilmişdi. Təbii ki, hasillərdir. Burada biz bu sualın həllini tapmaq üçün ilk öncə F hərfini tapmalıyıq. F hərfini tapmaq üçün buradan istifadə edəcəyik. Deməli, AB üstəgələk aşağıdakıların hasili. O zaman F-in də qiyməti 4 vuraq 2, yəni üstəgələk 5 vuraq 6, 8 üstəgələk 30. Təbii ki, cavabımız olur 38. F-in qiyməti. F-in qiymətini də yerinə biz 38 qoysaq və nəhayət bunu biz tapmış oluruq. Yəni 3 vuraq 38 üstəgələk 7 vuraq 5. Bu da eləyəcək 3 dəfə 38. Deməli, 90 da 24. Yəni 114 üstəgələk 7 və 5 də 35. Və sualımızın doğru cavabı deməli 149 olmuş olur. Yəni B variantı olmuş olur. Növbəti sualımız 47-ci sual. Bu fiqur ədəd əlaqələri ilə, yəni rebusla bağlı bir sualdır. Burada diqqətlə baxsaq, kublar fərqinə baxmaq lazımdır. Daha doğrusu kublar cəminə 4-ün kubu 64, 2-nin kubu 8, bunların cəmi 72, 5-in kubu 125, 2-nin kubu 8, cəmi 133, 3-ün kubu 27, buradakı 3-ün kubu da 27 və bunların cəmi 54 olmuş olur. 48-ci sualda isə deməli 3 şüşə lövhə verilib bizə və deyir ki, ən sonda deməli, məsələn, bu birinci hissə 1 və 3 nömrəli şüşə lövhənin birləşməsidir. Bu 1 və 2 nömrəli şüşə lövhənin birləşməsi, bu isə ikinci və üçüncü şüşə lövhənin birləşməsidir. Deməli, diqqətlə baxsaq, deməli, üçüncü lövhə üzərindəki naxışı müəyyən etmək lazımdır. Üçüncü lövhə. Üçüncü lövhəni tapmaq üçün biz ən bunun rahat yolu sadəcə biz nə edərik? Üçüncü olanları, yəni məsələn bu 1 ilə 3-ün birləşməsi, bu da 2 və 3-ün birləşməsidir. Biz nə edə bilərik? Biz 3-ün ortaqlarını götürərik. Məsələn, bizdə 3-cü lövhəni soruşursa, biz oxşarlar və buradadır 3-cü lövhə, bir də buradadır. Deməli, bu içində olan naxışlar görsənir xətlərlə. Ortaqlar hansılardır? Biz onları seçsək, nəhayət 3-cü şüşə lövhəni tapmış oluruq. Bu qədər bəsit, yəni. Məsələn, ortaqlar bunlardır. Bu oxşuyur, buradakı ilə. Başqa burada nə oxşuyur? Buradakı xətlə də buradakı xət oxşuyur bir-birinə. Yəni, bunlar 3-cü lövhə, şüşə lövhənin xətləridir. Bir də başqa nə oxşuyur burada? Məsələn, buradakı xətlə də buradakı xət bir-birinə təbii ki, oxşuyur. Başqa bir oxşarlıq görmədim. Və sualımızın doğru cavabı təbii ki, məsələn, bu olmaz, burada xət olmalıdır. Hamıya məsləhət görürəm ki, variantların çıxdaş yolu ilə gedin. Yəni, birbaşa buradakını götürməyin. Bəzən bir dənə xəttə görə səhvlik də edə bilirsiniz. Ona görə bilirsiniz ki, burada xət varsa, bu olmaz. Burada xət olmalıydı, bu da olmaz, görürsünüz. Sonra burada belə bir xət olmalıydı, məsələn, görürsünüz, bu da olmaz. Ona görə təbii ki, D variantı onsuz da bizim sualımızın doğru cavabıdır. Keçdik növbəti sualımıza, 49-cu sual. Burada diqqətlə baxsaq, ədədlər get-gedə balaca-balaca artma hiss olunur burada və diqqətlə baxsaq, bu 3-ə vurub üstünə 2 də gələ bilər və yaxud 4-ə vurub 1 çıxa bilər. Diqqətlə baxsaq, burada nə edə bilərik? 3-ə vurub 35-i biz 3-ə vursaq, 35-i 3-ə vursaq, deməli, məsələn, 3-ə vursaq 90, o da 15, yəni 105 eləyir və 3-ə vurandan sonra əlavə olaraq üstünə 2 gəlməliyik. Və burada diqqətlə baxsaq, burada da həqiqətən də oxşadır. Vur 3, üstəgələk 2. Burada da həmçinin vur 3, üstəgələk 2. Və burada baxsaq, ikinci sətirdə isə bu geriyə gedir get-gedə. Yəni 7, 12, 22 azalmaya da baxa bilərsiniz. Ən rahat yolu artmaya görə kiçik ədəddən başlayıb sola doğru gedəcək. Artıq bu istiqamətdə gedəcək, sağdan sola doğru. 2-yə vurub 2 çıxma görürsünüz yəqin ki. 2-yə vurub yenə 2 çıxıb. 22-ni 2-yə vurub 2 çıxanda həqiqətən də 42 alınır. Keçdik indi bu yandakı məntiq. İndi ola bilər ədədlər, artmalar, vurmalar fərqli bir ədədlər olsun. Deməli, burada 3-ə vurub üstünə 2 gəlməyə oxşur bu. Vur 3, üstə gələk 2.
Düşünürəm ki, bu da vuruc üstəgəl 2 olmalıdır. Yəqin ki, uzaqbaşı vuruc üstəgələk deməli vuruc üstəgələk 3 də ola bilərdi. Bu da vuruc üstəgələk 4 belə də ola bilərdi və yaxud vuruc üstəgəl 2 isə bu da yəqin ki, vuruc üstəgəl 2-yə oxşaya bilər. Bunu yoxlasaq biz, vuruc üstəgəl 2 kimi yoxlasaq 35 edir. 35-i də biz götürüb 3-ə vurub üstünə 2 gəlsək 171-i ala bilmirik. Deməli, burada başqa bir məntiq var. Ola bilər ki, məsələn belə olsun, fərqli bir artımlar hiss olunsun. Məsələn, 3-ə vurub üstünə 2 gəlməyib. Burada bəlkə 4-ə vurub nəsə. Bunu artıq təyin eləməliyik biz. 4-ə vurub üstünə bəlkə 2 gəlib. Bəlkə 4-ə vurub üstünə 3 gəlib. Bu da ola bilər. İndi 4-ə vurub belə bir dənə vurmanı, burada vurma 3-dür, yəqin ki, görə bilirsiniz. Bu vurma 3-dür, birinci, sonra üstəyə gəlir 2. Burada yəqin ki, vur 4 olub. Təzədən bəlkə üstəyə gəl 2 olub. Üstəyə gəl 3 də ola bilərdi. Növbəti vur 5 plus 3 olacaqdı. İndi burada bu hissəni yoxlayaq. 11-i 4-ə vurub 44 üstünə 2 gələndə 46 edir. Və biz həqiqətən də görə yoxlayaq hələ bu 3'ə vurub üstünə 2 gəlməkdir. Bu 4'ə vurub üstünə gəlmək. Bu da 5'ə vurma olmalı. Fikir versəz həqiqətən də bu 5'ə vurma çox böyük ədəd edir. Diqqətlə baxsaq. Çünki 5'ə vursan nəsə ala bilməzsən 171'i 200 neçə edir. Deməli məsələ burada biz nədir? Məsələ burada yəni 3'ə vurub üstünə 2 gəlmişdik ya onu dəyişmək lazımdır. Məsələ burada sadəcə budur. Yəni başqa yol axtarmaq lazımdır. 3-dən 11-ə gəlmək üçün təkcə 3-ə vura bilmərik ki, biz 4-ü də vurub 1 çıxa bilərik və bu hissələri düşünmək lazımdır. 4-ə vurub 1 çıxarsan və 11-i həqiqətən də 4-ə vurub 1 çıxarsan, təkrar oxşarını eləsən 43 edir burada. Bunu da təzədən 4-ə vurub 1 çıxanda hələ görə alınırmı? 43-ü 4-ə vuranda 160, o da 12, 172 həqiqətən də 1 çıxanda alındı. Yəni hamısında eynidir. Yuxarı hissələrdə eyni olduğuna görə buranı da götürüb eyni verə bilərik. Yəni fərqli verə də bilərdik, amma yenə də eynidir. Vur 4 minus 1, vur 4 minus 1, vur 4 minus 1. Bir dənə qaldı buradakini tapmaq. Bu da vur 4 minus 1-ə oxşur əslində qalsa. Daha doğrusu vur 4 minus 1 yox, vur 5 minus 2-yə oxşur. Çünki 3-dən 13-ə gəlmək üçün ya 4-ə vurub üstünə 1 gəlməliyəm. Burada alınmayacaq o. Ona görə bu sağdan, soldan sağa gedib getməliyəm bu arada. Burada soldan sağa gedirdik, burada təzədən sağdan sola. Bu 4-ə yox, 5-ə vurub 5-ə vurub 2 çıxmaya oxşur. Və diqqətlə baxsaq, 1-i də siz götürüb 5-ə vurub 2 çıxanda həqiqətən 3 alır. 5-ə vurub 2 çıxır. 3 alınır. 3-ü 5-ə vurub 2 çıxanda 10 çalınır. 13-ü də biz götürüb 5-ə vurub nə etməliyik? Təbii ki, təkrar kimi 5-ə vurub 2 çıxmalıyıq. 13-ü 5-ə vuranda 50, o da 15, 65, 2 çıxanda 63 cavabını almış oluruq. Yəni suallarımızdan biri 43, əslində qalsa 43 alan kimi də B variantını yazmaq olardı. 43, 63 sualımızın doğru cavabı olmuş olur. Keçdik növbəti sualımıza. 50-ci sual. 50-ci sualda burada analogiya ilə bağlı bir sualdır. Hafizə yaddaş mənasında əgər işlənibsə, bu arada diqqətlə baxsaq, sözlərin ardıcılığı nəzərə almalısınız. Bunun ən rahat yolu nədir? Yəni, siz ümumi isim və yaxud kiçik və böyük isimlər götürün. Məsələn, əsas ismimiz budur, hafizə olsun, mənası yaddaşdır. İndi baxın, mötəbər nə demək? Davamlı mı? Xeyr. Etibarlı demək, bu olmaz. Möhnət rahatlıq yox, o əziyyətdir əslində qalsa mənası. Bunu bəlkə də möhlət sözü ilə də səhv sala bilərsiniz. Möhlət hər hansı bir möhlət vermək, zaman vermək mənasında, amma möhnət əziyyət mənasını verir. Səhv eləmirəmsə, ona görə fərqli şeylərdir. Bu təbii ki, rahatlıq deyil. Ümumiyyətlə, diskussiya, müzakirə olmalı idi. Başlığı yox, təbii ki. Tarzən də deməli, çalan şəxsə də səhv eləmirəmsə deyilir. Yəni, şəxs mənasında işlənir bu tarzən adı. Yəni, alət deyil, alətin özü deyil. Deməli, burada nə olacaq? E variantına baxsaq, E variantında deməli bizdən ithaf, yəni həsr etmək, bir şeyə məsələn ithaf, həsr etmək mənası da verir. Təbii ki, doğru variant bu olacaq. Yəni həsr etmək mənasını verir. C variantı da bu parçalan olmalı idi. Yəni doğru deyil. Yəni alət deyil. Təbii ki, C variantı ona görə səhv olmuş olur. Və doğru cavabımız E variantı olmuş olur. 51-ci sualda isə baxsaq, deməli çarpaz formada vuracaqsınız bir-birinə. Bu arada cəmləri də baxa bilərdiniz, amma burada çarpaz formada vurmaq lazımdır. Çarpaz formada hasillər bir-birinə bərabərdir. 24, 24, 56, 56, 1, 1. Burada əgər bunların hasili 36 edirsə, bunların da hasili 36 olacaqsa, 9 təbii ki, sual şərsinin yerinə yazılmalıydı. Növbəti sualımız 52-ci sual. Yenə verilən deməli, sözlər cütünə analoji əlaqəni seçməliyik. Yəni, analogiya ilə bağlı defektoskop cihazı, skarit də parazitin növüdür bu arada. Ona görə də təbii ki, sualımızın doğru cavabı parazit olmuş olur. Növbəti sualımız 53-cü sual fiqurla bağlı tapşırıqdır. Fiqurla bağlı tapşırıqlarda biz nə etməliyik? Yəni nəyi nəzərə almalısınız? Fiqurla bağlı tapşırıqlarda deməli biz
Kvadratı görürsünüz yəqin ki. Kvadrat bizdə verilib və bundan bu iki dənə fiqur almaq lazımdır. Diqqətlə baxsaq biz bunu göstərə də bilərik əslində qalsa. Məsələn, göstərsək biz bunu. Birinci fiqur üzərində sadəcə göstərəcəm. İkinci fiquru biz birbaşa cavabı biz seçirik. Deməli, diqqətlə baxsaq bu bizim verilmiş fiqurumuz, düzdürmü? Biz götürüb bu hissəni, bu hissəni götürək kəsək. Bu fiquru neyiniblər? Yəni necə alınıb ki, bu hissə alınıb, yəni iki hissə alınıb. Həmin hissəni mən kopyaladım soldakını. Fikir verin, bu fiqur, bax görürsünüz, yuxarı necə qoyulub? Yuxarı doğru simmetriyasını vermək şərti ilə görürsünüz. Sadəcə yuxarı doğru simmetriya. Görə varmı burada yuxarı doğru simmetriya? Bəli, varmız. Görürsünüz, yuxarı doğru simmetriya. Üç dənə dairə aşağıdadırsa yuxarıda qalacaq. Görürsünüz, üç dənə dairə yuxarıdadır. Burada belə bir nöqtə qoyduğum yeri yəqin görsənir. Burada təpə varsa aşağıya doğru, burada da yuxarıya doğru sağa meyilli. Burada da sağa meyilli, burada da sağa meyilli təpə var. Bunu biz həqiqətən də yuxarı doğru simmetriyasını verəndən sonra sadəcə yuxarı doğru verdim simmetriyasını. Görə bilirsiniz də yəqin ki. Görürsünüz, simmetriya yuxarı doğru vermişəm sadəcə. Aşağı doğru fərqlənmir. Eyni şeydir. Aşağı və yaxud yuxarı simmetriyalar eyni şeylərdir. Həmin o aşağı və yaxud yuxarı verilmiş simmetriyanın yuxarı hissəyə yerləşir. Yəqin yadda saxladınız. Yuxarı doğru simmetriya və onu yuxarı qoyacağım sadəcə. Gördünüz mü? Və sual olunur. Və bunu necə alınır? Aşağıdakı fiqur necə alınır? Bəs onu gəlin tapaq. Fiquru yenə kopyalayaq. Yəni burada yanaşmalar necədir? Fiqurun rəngləri dəyişə bilərdi. Fiqur sağa doğru güzgü əksi verə bilərdi. Fiquru saat əqrəbi istiqamətində, saat əqrəbi istiqamətində 90 dərəcə və yaxud saat əqrəbi əksinə 90 dərəcə fırladandan sonra sağa doğru güzgü əksi və yaxud sola doğru güzgü əksi və yaxud yuxarı doğru, aşağı doğru, yəni güzgü əksi, yəni fırladandan sonra güzgü əksi. Burada diqqətlə baxsaq biz bu şəkli necə ala bilərik? Məsələn, bu fiquru biz 90 dərəcə fırlatsaq saat əqrəbi istiqamətində, baxın elə. Bunu 90 dərəcə fırlatsaq, məsələn, uyğun gəlmir yəni. Bəlkə yuxarı doğru simmetriyasını verə bilərik. Aha, əmələ gəldi, gördünüzmü? Sadəcə mən fiquru nə elədim? Saat əqrəbi istiqamətində mi fırlatdıq biz fiquru? Bəli, saat əqrəbi istiqamətində 90 dərəcə fırlatdıq və fırladandan sonra rahat görə bilirsiniz ki, fiqurun yuxarı doğru simmetriyası göstərilib, görə bilirsiniz yəqin, yuxarı doğru simmetriya görürsünüz və ya aşağı eyni şeydə onsuz görürsünüz, tam olaraq oxşur. Bunu eləməkdə məqsədimiz nədir məsələn? Yəqin ki, yadımızda qaldı, biz nə elədik? Götürüb saat əqrəbi istiqamətində fırlatdıq və bunun yuxarı doğru simmetriyasını verdik. İndi mən bunu yaxşı saat əqrəbi əksinə fıratsaydım nə baş verərdi? Bunu saat əqrəbi əksinə fıradıram, görürsünüzmü? Saat əqrəbi əksinə fıradandan sonra fikir versək, saat əqrəbi əksinə fıradandan sonra isə sola doğru simmetriya. Yəni bunlar hamısı dövriyyə kimi bir şeydir. Yəni sən bunu saat əqrəbi istiqamətlə fıratsan, ya yuxarı simmetriya verəcəksənsə, saat əqrəbi əksinə fıratsan, sağa sola doğru simmetriya verəcəksən. Yəni necə düşünsəniz də yenə cavabı gəlib çıxır yəni. Yəni bunu yazmamaq məncə mümkün deyil. Çünki necə fıratsan, sonra güzgü əksini düşünsən, saat əqrəbi əksinə də eləsən alınır, saat əqrəbi istiqamətində də eləsən həqiqətən alınır. Mən indi hal-hazırda fiquru saat əqrəbi əksinə fıratdım, gördünüzmü? Saat əqrəbi əksinə fıratdım 90 dərəcə və onu fıradandan sonra görürəm ki, həqiqətən də fırladıb güzgü əksi sola doğru və ya sağa doğru eyni şeydir. Amma sağa doğru fıradanda isə saat əqrəbi əksinə sağa doğru 90 dərəcə fıradanda isə yəni yuxarı və ya aşağı sən simmetriyanı verməliydin vəssalam. Yəni hər forma belə suallarda bu yollarda hər formada alınır. Yəni necə fırladırsan fırlat. Ola bilər ki, rənglər də dəyişə bilərdi. O rəng dəyişməndə hamı yəni yadda saxlasın, nəzərdə saxlasın. Deməli biz nə edirik? Birbaşa keçirik həmin o ikinci fiquru tapaq. Normalda biz birinci fiqur, yuxarıdakı fiquru necə almışdıq? Bunu yuxarı doğru simmetriyasını vermişdik. Bizim indi verilmiş fiqurun yuxarı doğru simmetriyası bizə lazımdır. Bunun yuxarı doğru simmetriyası 3 dənə nöqtə belə deyil. Bunu yuxarı verəndə 3 dənə nöqtə belə qalacaq. Görürsünüzmü? Yəni özü yuxarıda qoyacağam mən. Hanı belə 3 dənə nöqtə belə olmalı idi, getdi. Belə olmalı idi 3 dənə nöqtə getdi. Belə olmalı idi 3 dənə nöqtə bu getdi. Həm də biz bunun yuxarı doğru simmetriyasını verəndə belə bir şey düzgün deyil alınmalı. Gördünüzmü? 3 dənə variant getdi bizdən. Fikir versə elə bir dənə variant qalır. O da hansı variant olur? Təbii ki, E variantı olur, səhv eləmirəmsə. Yəni biz buna əgər yuxarı doğru simmetriya verəcəksə, bir dənə alınan normal bir variant var. Çünki bunun yuxarı doğru simmetriyası sizə belə bir fiqur verə bilməz yəni. Yəni uzanmış formada fiqur olmalıydı. Ona görə bu da olmaz. Bunun yuxarı doğru simmetriyası belə bir şey verməlidir. Həqiqətən də birə-bir oxşadı buna. Yuxarıdakı fiquru yəqin görə bilirsiniz. Bu tərəfdən də baxıb birbaşa E variantı götürmək olar və sədası. Və yaxşı,
Biz birinci figurda nə etmişdik? Saat əqrəbi əksinə fırladıb, sonra sağa doğru simmetriya vermişdik. Siz bu fiquru həqiqətən də saat əqrəbi əksinə, məsələn, saat əqrəbi istiqaməti formasında fıradsız yuxarı və ya aşağı simmetriya verməlisiniz. Saat əqrəbi əksinə 90 dərəcə fıratsaz, əksinə fırladanda bu üç dənə nöqtə belə olacaq. Bunun da simmetriyası sağa doğru belə üç dənə nöqtə olmalıdır. Və fikir verin, E variantı həqiqətən də birəbir dediyimlə üst-üstə düşür. Saat əqrəbi əksinə 90 dərəcə, sonra sağa doğru düzgün və sağ. Bitdi. Saat əqrəbi istiqamətini fıratsaydınız, yuxarı və ya aşağı doğru simmetriya verəcəydiniz. Yuxarı aşağı simmetriya bərabərdir sağ-sol simmetriyaya. Keçdik növbəti sualımız. Növbəti sualımızda deməli qeyri-aşkar formatında bir sualdır. Siz bu rəqəmlərdən, bu ədədlərdən bunu almalısınız. Belə sual tipləri daha yəni aktualdır bugünkü gündə. Yəni təkrar olaraq düşə bilər. Siz bunların cəmini bura yaza bilərdi, bunların cəmini bura yaza bilərdi və yaxud hasilləri yanaşı yazıla bilərdi və yaxud bunun birincisi ilə bunun birincisinə baxa bilərsiniz və yaxud bunun birincisi ilə bunun axırıncısına ayrıca baxa bilərsiniz. 3-dən 4-dən ya 12 ala bilərsiniz, ya 7 ala bilərsiniz. Həmin ədədlər heç biri orada yazılmır. Onda yaxşı, bəs ikinci ilə ikincini bəs götürsəm, 7 ilə 4-dən ya 11 ala bilərəm, ya 28 ala bilərəm, əgər vursam bir-birinə və görürəm ki, həqiqətən də vuranda 28 və görsənir buradakı həmin ədəd. Deməli, ikinciləri götürüb bir-birinə vurdum, aldım sağdakını. İkinciləri görürsünüz, bir-birinə vurdum, 24 aldım, 9-u vurdum, 9-a 81 aldım, 6-nı vurdum, 6-ya 36 aldım. Soldakı necə alınır? Bu üçdən biri çıxarsan 5-dən, 4-ü çıxarsan 8-dən, 6-nı çıxarsan 4-dən, 4-ü çıxarsan 0, 8-dən 1-i çıxarsan, bura birinci rəqəm 7 olmalıdır. İkinciləri bir-birinə vurmalıydı. 3 dəfə 7, 21 olur. Cavab 721 variantı. Növbəti sorumuz fiqurla bağlı tapşırılır. Fiqur analogiyası deyək. Burada hər üçündə ortaq hissələr harda əgər ortaqdırsa onları götürür. Məsələn, burada üçü hər üçündə ortaq bunlardır. Bir də sağdakı xəttimiz hər üçündə ortaqdır. Bəs yaxşı, burada ortaqlar hansılardır? Sol xətt olmaz, çünki burada sol xətt yoxdur. Ortadakı bir xəttimiz ortaqdır, sağdakı xətt ortaqdır. Yəqin görsənir. Başqa xətt ortaq mən görmürəm. Başqa yoxdur. Yəqin ki, elə cavab C variantı olmuş olacaq. Keçdik növbəti sualımıza. Məsələn, 56 nömrəli suala baxacağam. Mətn təhlili ilə bağlı sual maraqlı bir sualdır. Deməli, biz bunu cədvəl formasına yaza bilərsiniz, cədvəlsiz də çəkə bilərsiniz, fərq eləmir. Sualla artıq tanışsınız. Deməli, burada yeni ildə tədris mərkəzinə 4 müəllim M, N, L və K görüşüblər. 4 müəllim var sadəcə. Məsələn, olsun M, N, L, bir də bu K. Bunlar görüşüblər və nə baş verib? Deməli, burada hər kəs bir-birinə, biraz şərt oxumuram, vaxtımız getməsin. Hər kəs bir-birinə öz qələmini və dəftərini belə deyək də verib. Doğrumu? Belə deyək də, bu qələmi kimə düşübsə, buraya yazacağam. Məsələn, M-ə kimin qələmi düşüb? Buraya yazacağam. Kimin dəftəri, məsələn, N-ə kimin dəftəri düşübsə, buraya yazılacaq. M hərfi ilə buna kimin dəftəri düşübsə, buraya yazılacaq. Kimin qələmi düşübsə, buraya yazılacaq. Yəni, belə yazacağam. Keçdim indi həllinə. Bu sualı həll etmək üçün, yəni qəbula düşə biləcək bir sualdır. Çoxdan da vermirlər qəbulda, amma həqiqətən də yəni, həcminə görə biraz düşündürücü sual ola bilər. Nəticədə nə baş verib? Onların hər birinin həmkarlarından birinin dəftəri, digərinin isə qələmi. Yəni bu nə deməkdir? Yəni əgər M-ə N-in qələmi düşübsə, artıq N-in dəftəri düşə bilməz. Başqa birinin qələmi dəftəri düşməlidir. Bir də ki, M-ə öz dəftəri və qələmi düşə bilməz heç vaxt. Sonra keçdik və bu cümlənin axırına sizə hansı məlumatı net olaraq verirsə, oradan başlayın həmişə. Bax, belə M-in qələmi düşüb. Bu L hərfinə M-in qələmi düşüb. Qələm tərəfinə M yazacağam bura. Çünki elə M-in qələmi düşüb. Burada birinci cümləni oxusaq heç nə başa düşməzsiniz. Məsələn, M-ə düşən dəftər qələmini K-ya verən müəllimindir. Heç nə çatmırsa, yəni sual oxuyanda, yəni bu hissəni oxuyanda buraxın. Keçin digər cümləyə. Bu zaman N-in qələmi o müəllimə düşdü ki, yəni N-in qələmi var, N-in ayağına yazıram qələm, yəni N-in qələmi düşüb kiməsə. Bir də ki, nəyə düşüb? N-in qələmi o müəllimə düşdü ki, o həm də M-in dəftərini götürüb. M-in dəftərini götürən bu şəxs kimdirsə, N-in qələmini götürüb, bir də nəyi götürüb? M-in dəftərini götürüb. M-in dəftərini bu şəxs götürə bilməz, yəni L götürə bilməz, çünki M-in artıq qələmini götürüb. Ona görə M-in dəftərini artıq bu da götürə bilməz, M-in özü də götürə bilməz. Gördünüzmü? Bu da olmaz, bu da olmaz. Gördünüzmü? Yerdə qaldı bu N və K. N də ola bilməz. Çünki N qələminin M dəftərini N-ə düşə bilməz, çünki öz qələmini götürə bilməz. Deməli, N-in qələmi, M-in dəftəri kimə düşməlidir?
K-ya düşməlidir. K deməli qələm olaraq N-in qələmini götürüb, dəftər olaraq M-in dəftərini götürüb. Bu sual elə bir şeydir ki, yolu bilən şəxs, yəni bunu 2 dəqiqə ərzində belə yaza bilər. İlk dəfə kim görürsə biraz düşündürücüdür, yəni çözmək lazımdır nəyəsə. Bunu da bildik. Sonra və qayıdırıq o bir dənə cümlə olan başa düşmədiyimiz cümləyə. Bu zaman N-in qələmi o müəllimə, daha doğrusu bu yox, bundan qabaqki M-ə düşən dəftər, M-ə düşən dəftər. Yəni M-ə kimin dəftəri düşübsə, M-ə düşən dəftər qələmini K-ya verən müəllimindir. Qələmini K-ya kim verib? Qələmini K-ya kim verib? N verib. Yəqin görə bilirsiniz. Belə çıxır ki, M-ə düşən dəftər kimin dəftəridir? Qələmini K-ya verən adamındır da, düzdürmü? Qələmini K-ya verəndə N-dir. Belə çıxır ki, N-nın dəftəridir. Həmin adam N-miş. N-in dəftəri kimə düşüb? M-ə düşüb. M-ə düşən N-nın dəftəridir. Bura tutsan N-i. Bundan sonra özün tapırsan. Nəyə tapmaq lazımdır? Məsələn, N-lərin ikisi getdi. Görürsən, N-in qələmi də gedib, N-in dəftəri də gedib. M-in qələmi də gedib, M-in dəftəri də gedib. Bizə lazımdır L məsələn. L və yaxud K. L-nın dəftəri bura düşə bilməz. L-nın dəftərini məsələn axtarmaq istəyirəm. L-nın dəftərinin özünə düşə bilməz. Deməli, hara yazmalısın məcbur? Bura yazmalısan. Başqa yeri yoxdur. Bəs L-nın qələmi hara düşər? Bura olmaz. Burada olmaz çünki artıq L-nın dəftərini götürüb. Deməli, L-nın qələmi sən demə bura düşməlidir. Məcbursan bura verməyə. Yerdə qaldı orada M getdi, N getdi, L getdi, bir də K qaldı. Elə iki dənə K-nın yeridir. Deməli, N-ə K-nın qələmi düşüb, L-yə də K-nın dəftəri düşüb. Hazırdır. Sənə soruşur ki, axırıncı cümlə. Kimin dəftəri və kimin qələmi N-ə düşüb? N-ə düşən nədir? Və budur. K-nın qələmi. Bəzi tələbələr bunu düzgün yazıb, axırda cavabı məsələn səhv götürmüşdür. Yəni belə sonuncu cümləni də tam başa düşmək lazımdır ki, səndən nəyi soruşur? N-ə düşən şeylər soruşur. K-nın qələmi, L-in dəftəri. K-nın qələmi, L-in dəftəri. Bax, A variantı görürsünüz. L-in dəftəri də həqiqətən də, K-nın da qələmi də həqiqətən. Vəssalam. Keçirik növbəti sualımıza. Məsələn, saha sualı ilə bağlı sualdır. Əslində qalsa mən bu sualı sonradan gördüm. 196 bir dənə variant atmışam məxrəci olan. Yəni bunu kvadratın sahəsini tapıb bilib ki, D variantı götürənlər də vardı mümkün hal olaraq. Amma mən bir dənə səhvli orada eləmişəm. Yəni 2 dənə 196 qoymalıydım. Ya da ki 3 dənə. Deməli, təsadüfən artılaraq lövhəyə, çünki bu sualın qoyulma yəni, tempi ondan ibarət idi ki, yəni bunlar hamısı boş şeylərdir əslində qalsa. Əsas məsələ bunu tapmaq idi əsas məsələ. Sadəcə 196 işləri körladı, bir dənə 196-nın olmağı. Deməli, baxın biz nə edirik. Mən də bu hissəni də əsas izah edəcəm. Təsadüfən atılaraq lövhəyə sancılmış mizraqın, mizraq yəni nöqtənin də, yəni rənglənməmiş hissəyə düşmə ehtimalı. Siz də ehtimalın üstünlüğünü bilirsiniz. Əlverişli hallar bölünsün mümkün hallara. Əlverişli halımız nədir? Yəni mümkün halımız daha doğrusu nədir? Bütün kvadratın sahəsi. Kvadratın tərəfi 2 idisə 1, 2, 3, 4, 5, 6, 7, 1, 2, 3, 4, 5, 6, 7. 7 belə, 7 belə. Hər tərəf 2 olduğuna görə yuxarı 14, solda 14. Yəni mümkün halımız 196 olur. Sadəcə bir şeydə ehtiyatlı olmalısınız ki, imtahanda. Yəni 196 aşağıya götürən kimi cavabı 196 götürməməlisiniz. Sadəcə variantlar da elə verilib ki, aşağıda. Bu 196 ixtisarı deyil. 196-nın ixtisarı deyil. Deyil, yenə deyil. Yəni belə hal olsa hə götürə bilərsən D variantı. Amma aşağıda ehtiyatlı olmaq lazımdır. 196-nı 2-yə böləndə 95 o da 3 98 edir. Yəni aşağıda əgər sən bir dənə 98 görsən, artıq tələsmək olmaz. 196 aşağını götürmək olmaz, çünki ixtisar da gedə bilər də bu 2-yə. Ona görə tələsmirik. Deməli nə edirik biz? Əslində 0.5-ə də ixtisar verə bilərlər, o daha çox riyazidir, amma normalda 2-yə ixtisar gedir aşağılarda. Bu cəhddən D-ni götürə bilərdiniz rahat, amma 2 dənə, 3 dənə 196 olsa məxrəci artıq biraz həll etmək lazımdır. Hər xana əgər tərəf 2 idisə, hər xananın sahəsi 4-ə bərabərdir. O zaman biz bunları 2 götürə bilərik, bunu 2 götürə bilərik, bunu da 2 ilə bölsək, bura 4, bura 2, deməli, həmin o trapeziyanın da sahəsi 6 olmuş olur. Bura yazıq 6. Üçbucağın sahəsi hündürlük 3, yəni 6-ya bərabərdir. Tərəfdə 3, yəni 6-ya bərabərdir. 6 vur 6 bölü 2, yəni 18 bunun sahəsi oldu. Bu bizim çevrəmizin 4də biridir, diqqətlə baxsaq. Radiusu 3-dür. Yəni bizim kvadrat tərəf 2 olduğuna görə radius 6 sayılır. Pi r kvadratından həll olunur. Pi də 3-dür. Pi vurulsun. R-in kvadratından 6-nın kvadratı o eləyir. 108 eləyir. Səhv eləmirəmsə 36 vur 3 108. Bunu da 4-ə bölərsən, yəni niyə 4-ə bölürsən? 4-ə bölmürsən əslində qalsa 108-in 4də birini tapırsan əslində qalsa. Çünki bu bizim çevrəmizin 4də biridir. Fikir verin hələ. Görürsünüzmü? 4də 1 tərəfdir. Ona görə bu sən 108-i 4də 1-ə vurursan, onu da ixtisar edərsən 54 bölü 2, yəni 26 edir. 26 olur da, düzdürmü? Yox, 26 olmur. Deməli, 54
Bölürkü yəni 27 olur. Bunun sahəsini biz 27 tapdıq. Gəldik bu hissəyə. Bu trapesiyanın saha düsturundan istifadə edib bunu tapa bilərsən və ya sən bunu istəyirsənsə, trapesiya yaddan çıxıbsa bunu 2 yerə bölüb kvadratın sahəsi və üçbucağın sahəsi kimi tapa bilərsən. Kvadratın sahəsi 4-ün 4-ü 16, üçbucağın tərəfi 1-i 4-dür, digər tərəfdə 4-dür, 4 vur 4 bölü 2, yəni 8. Deməli, əsas məsələ bu balaca yerdir, üçbucağa oxşar bir şey. Onu indi izah edəcəm. Gəlin bunları toplayaq, yazaq kənarda, üstünə də bunu gələcəm əslində qalsa. Deməli, 4 da 6, 10 edir bura. Bu da 16, 26, o da 8, 34, bu da 27, 61, 71, 79. Yəqin düz hesabladım. 79 tapmışam, düzdür. 79. Bunları silirəm. 79 yadımızda saxlayırıq ya da yazırıq yuxarı. 79. Hələ bir dənə şey qaldı. Üstünə gəlməli. İynədir, nədirsə buna oxşar bir şey, bunu tapmaq lazımdır. Yad saxlayın, belə bir fiqur veriləndə, nəsə veriləndə çalışın fiquru çərçivəyə almağa, yəni yaddan çıxmasın. Fiqur ümumiyyətlə o digər rəngli hissələr sizi çaşdırmasın. Digər rəngli hissələri boş verin getsin. Onları onsuz da tapmısınız. Siz nəyə deməli fikir verməlisiniz, nəyə diqqət etdirməlisiniz? Sizə lazımdır ortadakı qara xətt. Deməli, ortadakı qara həmin o yeri rəngli hissəni tapmaq üçün sən bu üç bucağı o rəngli hissə çaşdırmasın sizi. Rəngli bu hamısını tapırsan bax bu hissənin sahəsini hamısını. Bir də bunun da sahəsini tapırsan, bunun da sahəsini tapırsan və ümumi düzbucağın sahəsini nə edir? Ondan çıxırsan bunların sahəsini, bunları tapmaq olur bu arada. Və bunları çıxandan sonra yerdə qalacaq həmin o rəngli hissə. Gəl keçdik bunu həlləməyə. Düzbucağın sahəsi tərəfi 4, 1, 2, 3, 4, 4 də düzdür 8. 8-in 4-ə 32 bu düzbucağın sahəsidir. Çıxacaq nəyi? Bu üçbucaq var ya burada belə bir şey. 4'ün deməli 8'ə, yəni 16. Bunun sahəsi 16-dır. Bunu çıxacaqsan 32-dən. Bir də bunu tapa bilmirsinizsə götürün parçalayın. Məsələn, bu hissəni belə parçalasan, bu ağ rəngli üçbucaq görsənir burada. Bunun sahəsi deməli 6-nın 2-yə, yəni bunun sahəsi 6 edir. Bir də burada belə bir şey var. Burada buna oxşar bir şey var. Bunun sahəsi nə edir? Elə buna bərabərdir. Bayaqlar tapmışdıq da. O da səhv eləmirəmsə 6 idi, səhv eləmirəmsə. Görürsünüz, bu rəngli sizi çaşdırmırsınız. Sizin məqsəd nədir? Məqsədiniz bunun da sahəsini tapmaq hamısını. Bunda sahəsini tapıb düzbucağın sahəsindən çıxmaqdır sizin məqsədiniz. Vəssalam. Bunda sahəsi o trapesiya nədir? Balaca trapesiya. Bunda sahəsi burası 4 idi. Bir dənə xana idi axı bu. Bunun sahəsi 4 idi. Bu da onun yarısı 2 idi. Yəni 6 idi bu həmin trapesiya. Vəssalam. 16 bu da 6, bu da 6. Yəni 16 o da 6, 22, o da 6, 28. Yəni sən düzbucağın sahəsindən 28 çıxarsan, bərabər 4-ü birbaşa alarsan. O balaca qara var ya burada. Balaca qaranın deməli sahəsini alarsan, 4 alarsan. Vəssalam. Yəni bu üstün 4 gələrsən, bir də tələsmirik. Sizdən nəyi soruşmuşduq? Rənglənməmiş hissəyə düşmə ehtimalı, rənglənməmiş. Əgər rənglənmiş hissə desə cavab bu olacaq. 196 da 83 olacaq bizim cavabımız. Sadəcə bizə nəyi soruşur? Rənglənməmiş hissə. Rənglənməmiş hissə bu məntiqlə götürəndə 196 bizim kvadratın sahəsidir, ümumi sahə. Mümkün halda hamısı. Sənə rəngsiz lazımdır. Elə bundan çıxırsan rənglini. Yerdə qalır orada nə qədər? 96 o da 17. Neçə edir? Deməli 113 edir səhv eləmirəmsə. 113 gördünmü? Rəngsiz hissənin sahəsini tapdın. Rəngsiz hissəyə, yəni rənglənməmiş hissəyə düşmə ehtimalı deyil deyə aşağıda 196, yuxarıda 113 rənglənməmiş. Rənglənmiş olsa 83 bölü 196. Cavabımız bu arada burada D variantıdır. Növbəti sualımıza keçirik. Bunlar əsas hissələrdir, əsas məsələlərdir. 58-ci sual. 58-ci sualı biz praktiki formada düşünsək, əslində qalsa çox rahat sualdır. Heç bir düz sıra falan ehtiyac yoxdur. Deməli, sualı sadəcə praktiki formada başa düşmək lazımdır. Sual əgər siz tənliklə elə bilmirsinizsə, onu praktiki formada düşünməyə çalışın. Praktiki yolunu axtarın. Deməli, deyir ki, kinoteatrda bilet alan 3 dost ABC. Sadəcə 3 dostdan söhbət gedir. Ən son 3 sırada, ən axırda 3 dənə sıra boşdur, ora istəyirlər bilet almaq. Və həmin yerlərin olduğunu gördülər birinci sırada. Yəni bu birinci sıra olsun, yuxarıda yazacağım. Birinci sırada ardıcıl 8 dənə yer boşdur. Bu 1, 2, 3, 4, 5. Yəni ədəd orada 16, 20 deyil. Şu balaca ədəd. Siz belə yazsınız, rahat bunu tapa bilərsiniz. 5, 6, 7, bu da 8. 2 ve 3. sıra bu. İkinci, üçüncü sırada bura olsun. Bura ikinci olsun. Bu birinci sırada, bu ikinci sırada, bu da üçüncü sıra olsun. İkinci sıra ve üçüncü sırada ise ardıcıl 10 boş yerdir. Bak 1 yer, 2 yer, 3 yer, 4 yer, 5 yer,
6, 7, 8, 9. Bu da bizim 10'umuz. Burada da həmçinin 10 dənə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Növbəti hissəni oxuyuruq. Birinci sırada birinci, üçüncü sırada isə ilk iki oturacağın yararsız olduğu, deməli, birinci sırada birinci, birinci sırada bu yararsızdır. Yəni bizim oyunumuzda yoxdur. Bu o deməkdir. Üçüncü sırada ise yani ikinci sıradan söhbət getmir. Bir dənə üçüncü sıra. Üçüncü sırada ise ilk iki oturacağım. Üçüncü sırada ilk iki oturacaq hansıdır? Bir de bu. İlk iki oturacaq nədir? İşləmir. Yəni oturmayacaq orada yəni adam. Amma bizim oyunumuzda yoxdur. Bunlar yararsız olduğu və dostların ancaq yanaşı yerlərdə əyləşəcəyi məlumdursa, onlar neçə üsulla oturacaqlarda əyləşə bilərlər. Bu axırıncı mütərizə var ha orada. O permütasiyanı ləğv edir sizin üçün. Permütasiyanı yəqin bilirsiniz. Permütasiya orada yer dəyişmələri sizin üçün ləğv edir bu mütərizə. Yəni dostların hansı ardıcıllıqla yanaşı oturmaqlarının fərqi yoxdur. Yəni o deməkdir ki, sən orada oturacaq, yəni o həmin mötərizə olmasaydı, sən artıq ABC-nin özünün də vəziyyəti olmalıdır. ABC, A, deməli CB, yəni necə orada yer dəyişmələr var, dostlar öz aralarında edirlər ha. Yəni 3 əsasına görə 2. Yəni belə deyək, 3 əsasına 2 yox. Yəni yer dəyişmələr ABC, ACB, sonra nə ola bilərdi məsələn? B, C, A, B, A, C, sonra başqa nə ola bilər? C, B, A, C, A, B. Görürsünüz 6 dənə hal var burada. Siz o yerlərini sayanda onların hər birinin sayını 6-ya da vurmalıydınız. Amma burada ehtiyac yoxdur ona. Daha asandır. Yəni deyir ki, axırdakı bu ardıcıllıq nəzərə alınmır. Dostlar hansı formatda oturarlarsa o sənə lazım deyil, onu nəzərə alma deyir. Deməli sən 3-ü tutturmalısan burada. Necə otura bilərlər burada 3-3? Baxın, birinci halda budur görürsünüz. 3 nəfər yanaşı belə otura bilər. Düzmü? İkinci hal bunu biraz sağa sürüşdürürsən. İkinci hal budur bizdə. Üçüncü halımız nədir? Bir dənə sağa sürüşdür. Üçüncü hal budur, görürsünüzmü? Dördüncü halımız buradan başlayacaq. Dördüncü hal bu olacaq. Və beşinci halımız hardan başlayacaq? Buradan başlayacaq. Beşinci hal bu olacaq. Gördünüzmü? Yəni cəmi 5 halı var bu birincinin. Sonra baxın. Birinci hal. Bunu onsuz sağa sürüşdürsəm, buradan hara gələcək? Buraya kimi gələcək bu dəfə. İkinci hal. Elə saya gedək də. Üçüncü hal buraya kimi. Dördüncü hal. Beşinci hal. Altıncı hal. Yeddinci hal. 8 dənə hal. 8 hal var. Burada isə buradan başlayacaq. Birinci hal budur. İkinci hal biraz sürüşdü sağa. İkinci hal budur. Üçüncü hal buradan gələcək. Dördüncü buradan. Beşinci buradan. Altıncı buradan. Yəqin düz saydım. Bu da 6. Ümumi hal var bizdə 19 hal var. Əgər desək ki, orada axırıncı mütərizəni verməsəydik, artıq burada hər birini 6-ya vurmuş olmalıydınız. Sonra toplamalıydınız onları. Bizdən də o ehtiyac yoxdur. Bunları sadəcə toplayacaqsınız. Yəni variantlarda da böyük bir ədədin olmadığını görürsünüz onsuz da. 19 sualımızın doğru cavabı olmuş olur. C variantı. Növbəti sualımızda fiqur ardıcılığı ilə bağlı belə bir sual. Burada hərəkət var. Buludlar sağa gəldi, sonra düşdü aşağı, sonra da bu dəfə sol tərəfə getməlidir. Sol aşağıda olmalı buludların yeri. Bu olmaz. Deməli, qaldı 4 dənə variantımız. Bölmə işarəsi. Keçir sola, sonra yuxarı, sonra bir dənə sağ. Yuxarı sağda olmalıdır. Ona görə el olmaz. Burada A, B, C-də baxsaq dairələr hamısı eyni yerdədir. Biz ən yaxşısı ildırıma baxaq. İldırımlar da eyni yerdədir. Sadəcə hərəsi bir fərqli formadadır. Bu buradadır, düzdür. Sağ təqrəbi istiqamətdə 90 dərəcə fırlanıb gəlib bura. Yenə saatə görə bir istiqamətdən 90 dərəcə dönüb gəlib bura. Bu dəfə saatə görə bir istiqaməti formasında 90 dərəcə dönüb aşağı gəlməlidir axı. Belə olmayacaq. Olduğu kimi olmayacaq. Belə də olmayacaq. 90 dərəcə dönürsə get-gedə bu artıq yuxarı sağ tərəfə baxmalıdır. Həmin o bulud. Bunun kimi. Deməli C variantı sualımızın doğru cavabı. Keçdik növbəti sualımıza. Deməli, qatlama ilə bağlı sualdır. Düzdür, burada biraz çətinlik var. Yəni, harda çətinlik var? Bunu biraz şifahi formada düşünmək çətindir. Amma çalışın belə suallarda variant işlərin, yəni variantlarla işləmək lazımdır. Burada bunun yanında ox olmalıydı. Məlum məsələ ki, bu sola doğru, buradakı kəsik sağa doğru açılanda belə bir şey olmalıdır. Oxlar bir-birinə baxmalıdır. Burada yoxdur. Gördün, getdi bu variant. Sonra bunun da simecası yanında belə bir şey olmalıdır. Görsən, yoxdur burada. Görsən, getdi bu variant. Bu yandakini soru göstərib anı çıxıram. Getdi bu variant. Qaldı burada 3 dənə variantımız. Məntiqlə götürəndə, məsələn, bunu sola doğru açanda belə olur. Sən deməli, biz bunu yuxarı necə aça bilərik? Biz bunu yuxarı açmaq üçün necə edə bilərik? Məsələn, diqqətlə baxsaq, lap deyək görsənmir, məsələn. Misal üçün görsənmir. Sadəcə bizim bildiyimiz nədir? Bu arada bu variantlar getmişdi bayaqları.
Bizim gördüğümüz nədir? Normalde bu əgər yuxarı doğru açılacaqsa, bunun simetriyası bunun kimi olmalıdır. Bu əgər yuxarı doğru açılırsa bu. Yəni bunun düzü simetriyası buradan açılanda bunun yarısı bura düşəcək, bunun bir hissəsi də bura düşəcək. Sadəcə biraz xəyal eləmək biraz çətindir bunu. Yəni dairələr bura düşməlidir əslində qalsa. Çünki biz bunu bağlayanda fikir versiniz, məsafəni görürsüz balacadır. Burada da məsafə buraya kimidir və nəhayət bura istər-istəməz dairə düşəcək. Burada kəsik. Yəni məsafələrə görə siz götürə bilərsiniz ki, bura kəsik düşəcək. Bu mənada götürəndə D yer çıxır, A variantı qalır. Sadəcə bəs onu da lap görə bilməsək, hiss eləməsək, bəs biz necə A variantının düzgün olduğunu sübut edə bilərik? Bunu necə eləyəcəm? Deməli, normalda əgər bu yuxarı qalxırsa simetriyası, bunun simetriyası düşüb bura. Sonra məlum məsələ, bunlar bir çiftdirsə, bunun da yanında bir heç olmasa yarımçıq bir şey olmalı idi. Yəni aval dairə fason bir şey olmalıdır. Yəni bunun digər yarısı hardadır bəs? Getdi. Sonra bu da təbii ki, məlum məsələ ki, bura düşməlidir. Yəni yuxarı hissəyə düşməlidir simetriyası. Bu variant da ona görə gedir və birbaşa siz hansı cavabı təbii ki, A variantını almış olursunuz. Yəni doğru cavab A variantı. Yəni variant işləməklə də təbii ki, almaq olar. Türkiyənin paytaxtını burada Ankara göstərir və ardıcılığı nəzərə almalısınız. İngiltərənin paytaxtı London, Rusiyanın paytaxtı Moskva olacaq, düzgün deyil. Paris, Fransa burada ardıcılıq pozulub. Ölkə sol tərəfdədir. Burada Fransa ölkə sol tərəfdə olmalı, sağda yox. Ardıcılığı nəzərə yetirməlisiniz. Yaponiya yox, Çinin paytaxtı Pekin olacaq, ona görə bu gedir. Bu arada Yunanistan görürsünüzmü? Yer dəyişilib. Yəni burada diqqətlə baxsaq, Yunanistanı götürüb sağda verib, Çinanı verib harda? Solda. Təbii ki, burada ən dəqiq biləcəyiniz cavab hansıdır? İngiltərənin paytaxtı London. Yəni ən dəqiq biləcəyiniz budursa, təbii ki, həmin variantı seçməlisiniz, daha düşünməməlisiniz. Keçdik növbəti sualımıza. Burada sualımızın doğru cavabı olur deməli. Burada ardıcılıq düzgün verməmişdir, ona görə B variantı. Yunanistan solda olmalıydı. Keçdik deməli hansı variantımıza? 62-ci sualımıza keçirik. Satıcı almanın hər birini 7 manata satarsa 220 manat, 5 manata satarsa 100 manat qazanc əldə edir. Bu arada sizdən qazanc nə deməkdir? Qazanc gəlir, xalis gəlir deməkdir. Yəni 100 manat qazanır. Siz burada nəyi bilmirsiniz? Satıcının neçə alması var soruşur, düzdür? O variantdan siz bu sualı çox rahatlıqla ala bilərdiniz əslində qalsa. Və yaxud tənliklə necə olacaq? Siz burada əsas məsələ x nəyə götürməliydiniz? Almaların sayına ehtiyac yox idi əslində qalsa. Biz burada deməli maya dəyəri, almanın maya dəyərini biz götürsəydik, əslində qalsa biz sayını bilmirik düzü nə qədərdir. Amma bir şey var burada. Almanın deməli 7 manata satarsa birini, bir dənəsini 7 manat satarsa nə qədər qazanc əldə edir? Deməli 220 manat qazanc əldə edir. Əgər bir dənəsini, 5 dənəsini 5 manat, daha doğrusu 5 manat satarsa hər birini, yəni bir dənəsini 5 manat satarsa nə qədər qazanc əldə edir? 100 manat qazanc əldə edir. Fikir versəz, burada 7 manata satanda bir dənəsini 220 manat qazanırdı. Burada bir dənəsini 5 manata satanda isə 100 manat, yəni 120 manat aşağı, düzmü? 120 manat aşağı pul qazanır burada. Diqqətlə baxsaq, əslində qalsa təniksiz falan da variantsız bir rahat görsənir. 7 manata hər birini satır, 220 manata satır. Hər birini 5 manat satanda 100 manat burada. Yəni 120 manat aşağı satır. Belə çıxır ki, yəni sadəcə məsələ burada nə idi? 120 manat aşağı düşdü axı, 120 manat. Sadəcə öz həmin o qiymət olaraq bir dənə almanın qiymətini 2 manat salmışdı aşağı. 2 manat aşağı saldığına görə 120 manat ziyan elədi. Gördünüzmü? Ziyan sayılmır əslində qalsa, yəni aşağı qazanc əldə elədi. Bu fikir verin 7 manat hər birini satırdı. 220 manata, 5 manata isə 100 manat, 5 manata satanda isə 100 manata satır. Yəni 2 manat azaltdı, almaların qiymətinin bir dənəsini 120 manat aşağı düşdü onun gəliri, qazancı, xalis gəliri. Deməli, 2 manata görə 120 manat düşübsə, elə biz 120-ni bölək 2-yə 60 alması varmış. 60 alması var. Lap bunu alsanız da bilməsəniz, başa düşməsəniz necə aldınızsa, 60-ı yoxlaya da bilərdiniz əslində qalsa. Sən 60 manat, 60 dənə alması varsa, 60-ı vurarsınız 7-yə. Hər bir dənəsini 7 manat satırsa, 420 manat bu gəlirdi, yəni xalis gəlir yox, adi gəlir. Yəni qazanc olmayan bir şeydir. 220 manat qazanc əldə edib axı 7 manat satırsa. Deməli orada mayə dəyəri 200 manatmış belə çıxır almaların. İndi baxın 5 manat tutarsa bir dənəsini. Bu arada 60 dənə alması var. 5 manat tutarsa 300 manat. Fikir verin mayə dəyəri dəyişmiş ki 200 deyil, yenə 100 manat qazanır. Gördünüz? Həqiqətən bu arada bu sualın cavabımızın
dəqiqliyini, düzgünlüyünü bu üsuldan yoxlaya bilərsiniz əslində qalsa. Variant sonunda bu yolla yoxlaya bilərsiniz bu arada. Keçdik növbəti sualımıza. 63-cü sualda da bu ox hissəsi yuxarı doğru açılanda belə bir şeylər alınır. Bunu sola doğru açılanda buna oxşar bir şey açılmalı, alınmalıdır. Təbii ki, burada düzgün deyil, düzgün deyil, düzgün deyil, belə olmalıydı. Bu da düzgün deyil, belə olmalı. Təbii ki, bir hissəyə görə bunun, yəni buradakı kəsiyi sola doğru açanda bu yana düşməlidir, bu formada düşməlidir. Bunu sağa doğru açanda belə düşməlidir, sağ aşağıya doğru daha doğrusu açanda. Ona görə təbii ki, burada A variantı sualımızın doğru cavabı olacaq. 64-cü suala baxsaq, Akgün, Ayten, İlnur, Fidan, Əsmər və Murad məntiq yarışında iştirak etdilər. Hər bir iştirakçıya hər mərhələdə bir sual verildi. Deməli, biz bunu necə edə bilərik? Mətn məntiq təhlilidir bu arada. Çətin sual da eləsinə qalsın. Bu arada bizə deyir ki, deməli, deməli, Akgün, Ayten, Elnur, Fidan, Əsmər və Murad məntiq yarışında iştirak etdilər. Yəni 1, 2, 3, 4, 5, 6 nəfər var. Hər bir iştirakçı hər mərhələdə bir sual verdi. Yəni bir suala əgər cavab verdirsə, keçir mərhələni. 6 nəfər varsa 6 mərhələ olacaq da, yəqin ki, bu birinci mərhələ. Ən aşağı mərhələdə. İkinci mərhələ, üçüncü mərhələ, dördüncü mərhələ, bu da beşinci, bu da altıncı mərhələ. 5 suala doğru cavab verən artıq 5-ci mərhələdə buna 5 sual verirlər axı. 5-ci suala doğru cavab verərsə, keçid edir 6-cı mərhələ. Bir suala doğru cavab verən ikinci mərhələyə keçir. Əgər suala cavab vermirsə, elə birinci mərhələdə də qalır. Fidana iki sualdan çox verilmədi deyir. Deməli, məsələ burada nədir? Fidana iki sualdan çox verilmədisə, Fidana bir sual da verilə bilər, iki sual da verilə bilər əslində qalsa. Sadəcə deyir ki, Fidana iki sualdan çox verilmədi. Yəni, əgər bir sual verilibsə və o cavablandıra bilməyibsə, düşəcək birə. Əgər iki sualdan, yəni iki sual verilibsə, cavablandırıbsa sualı, belə çıxır ki, yəni Fidan hara düşə bilər? 2-dən yuxarı düşə bilməz. Yəni Fidan yeri 2 ola bilər də. 2 sualdan çox verilmədi. Sonra burada belə bir cümlə var. Murad və Aytən ən azı 3 suala doğru cavab verdilər. Muradla Aytən. Yəni ən azı 3 suala doğru cavab veriblərsə, artıq 3-cü suala cavab veriblər bunlar. Keçməlidirlər hara? 4-cü, deməli, 4-cü və 5-ci yer. Ola bilər 4-cü, 6-cı, 5-ci, 6-cı. Yəni Muradla Aytənin yeri 2-dən yuxarıdır. Bunu yad saxlayırsınız. 2-dən yuxarı. Yəni bunların yeri 4, 5, 6-cı mərhələlərdir. Qalsın yadımızda yazdım üstə. Əsmər yarışmanı Akşindən tez tərk etdi. Yəni Əsmər o zaman aşağıda olacaq, Akşin yuxarıda olacaq. Çünki Əsmər ondan tez tərk edib axı. Yəni ya Əsmər 1-də olub, ya 2-də olub, bilmirik də indi. Sonra yuxarını oxusaq. Elnur Muraddan daha çox suala cavab verdi. Elnur Muraddan. Deməli, Elnur Muraddan çox suala cavab veribsə, Elnur yuxarıda olmalıdır. Elnur Muraddan daha çox suala cavab verir. Murad da aşağısında olmalıdır. Və diqqətlə baxsaq, görərik ki, Murad, Aytən ən azı 3 suala doğru cavab veriblər. Yəni 4, 5, 6 bunların yeri olmalıdır. 4, 5, 6. Elnur da Muraddan çox suala cavab veribsə, demək çıxır ki, belə çıxır ki, burada onların həmin o 3 nəfərin yeri buradadır. 4, 5, 6. Sadəcə sıralamanı bilmirsiniz, necə qoymaq lazımdır. Sonra gəldik bura. Aytən yarışmanı Muraddan tez tərk etdi. Elnur Muraddan daha çox suala cavab verdi. Aytən yarışmanı Muraddan tez tərk etdi. Deməli, Aytən Muradın aşağısında olmalıdır. Belə çıxır ki, bu sıralama ilə onları yazacağam bura. Elnur buradadır, Murad buradadır birbaşa. Aytən də buradaymış. Vəssalam. Elnur olanın hər birindən çox suala doğru cavab verir və daha yuxarı mərhələdədir. Deməli, burada getdim. Əsmər yarışmanı Akşindən tez tərk edib. Fikir versək. Əsmər yarışmanı Akşindən tez tərk etdi. Yəni bu vəziyyəti yazmışdıq onsuz da. Fidana 2 sualdan çox verilmədi. Yəni Fidanın yeri ya 1-də olmalıdır, ya 2-də olmalıdır. Və diqqətlə baxın, 1, 2, 3 qalıb. Əsmərin, Akşinin, bir də kimin? Fidanın yeri qalıb. Sən bilirsən ki, Fidana 2 sualdan çox verilməyibsə, yəni ikinci suala ya doğru cavab versəydi, Fidan keçərdi 3-ə də. Və ona üçüncü sual cavab verildi. Yəni, üçüncü sual verilərdi. Onu bilməsə də yenə 3-də qalardı da onsuz da. Əgər 2 sualdan çox verilməyibsə Fidana, bu o deməkdir ki, Fidan hökmən ikinci mərhələdə olmalıdır. Ola bilər ki, Fidana bir sual verilib, belə onu da bilməyib, Fidan elə 1-də olub. Bu da ola bilərdi. Yəni, Fidanın yeri burada ola bilər, burada da ola bilər. İndi məsələ burada nədir? Fidanın yeri ya 1, ya 2 olmalıdır. Diqqətlə baxsaq.
Sən əgər görürsən ki, orada Akşin Əsmərdən yuxarı mərhələdədir. Yəni Əsmər ondan tez bitirib yarışmanı. Deməli Akşin ondan yuxarıdadır. Sən götürüb Akşini 1-ə qoya bilməzsən. Akşini 2-yə də qoya bilməzsən. Çünki Akşini əgər sən 2-yə qoysan, məcbursan fidanı aşağı qoyarsan, o zaman Əsmərə 3 düşəcək. Akşin daha yuxarı mərhələdədir. Yəni Əsmər ondan az suala cavab verir. Deməli Akşini məcbursan sən bura qoymağa. Fidanla Əsmərin yerində bir-iki qalır. Daha onlar ardıcıllıq bilmir. Onsuz da bizdən üçüncü tərk edən, yəni onlardan yarışmanı üçüncü tərk edən kim olur? Birinci tərk edən budur, ikinci tərk edən budur, üçüncü tərk edən də Akşin olacaq təbii ki. B variantı sualımızın doğru cavabı olacaq. Keçdik növbəti sualımıza. Daha tez tərk ediblər. 65-ci sualda isə belə sualı yazı saxlayın. Belə sual düşəndə nə etmək lazımdır? Xəttləri, yəni tərəflər yoxdurmu? Tərəfləri 1 olanların sayına baxın. 1, başqa yoxdur. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Görürsünüz, bu formada gedirəm. 11, 12, 13, 14, 15, 16, 17, 18. Biraz diqqətli olmaq lazım. 19, 20, 21, 22, 23. Gördünüzmü? Bir xəttilərin sayı 23 dənədir. Yəni birinci yerdə nə yazılmalıdır? Birinci yerdə 23 yazılmalıdır. Məntiqlə götürəndə yəqin ki 23 olar. Və görürsün, hə, 23 var burada. Sonra gəlin keçək məsələn iki xəttlilərin sayına baxaq. Bir xətt, yəni iki dənə. İki xəttlərin sayı bir dənə, iki dənə, üç dənə, dörd dənə, beş dənə, 6, 7, 8, 9, 10. Başqa yoxdur. 10 dənə sayıram. Görürsünüz, həqiqətən 10-u 23-dən sonra 10 gələn variant elə D variantı. Böyük ehtimal D variantı sualımızın doğru cavabı olacaq. Üçlü xəttlərin sayına baxın. Bir dənə burada, iki dənə burada, üç dənə burada, dörd dənə burada, beş dənə, 6 dənə, 7 dənə, 8 dənə sayıram. Bəs yaxşı, bir dənə hardadır? Bəlkə də 9-a görə səhv düşüb ola bilər. Ya da məsələn, deyirəm də səhv ola bilməz. 9-cu da buradaydı. Görürsünüz, həqiqətən də D variantı. Onsuz səhv olsa da, yəni 23 ona görə sən məcbursun D variantı götürməyə. Keçdik növbəti sualımıza. 66 sudoku ilə bağlı A, B-nin cəmini soruşur. A və B eyni qiymətlər də ala bilir bu arada. Problem yoxdur. Qəbulda da eyni qiymətlər alır. Bununla bura nə düşməlidir? Bura heç biri 1 düşə bilməz. Biri yazması məcbur bura. Çünki bu blokda bir dənə 1 olmalıdır mütləq şəkildə. Sonra məsələn, bu blokda bir dənə 3 olmalıdır. 3-ü bura yaza bilməzsən, heç birini bura yazmalısan, məcbursan. Sütuna baxın elə 3, 4, 5, 2 dənəsi qaldı. 1 ilə 2, biri yuxarı yaza bilməzsən, sətirdə təkrarlanacaq. Biri bura düşəcək, 2 düşəcək bura. Sonra 1, 2, 3 gedib, bu blokda oldu. Bura nə düşəcək? 5 düşəcək. Sonra deməli biz nəyə baxa bilərik? 3, 5 getdi, 4, hə. Bu sütun üzrə 4 çatışmır. 4-ü bura yazmazsan, bura yazmazsan, bura məcbursan yazmağa. Sütunda nə çatışmır? 1 ilə 2, onların yeri bəllidir. Deməli, sonra nəyə baxa bilərik? Deməli, biz baxa bilərik burada başqa bir sətrə və ya sütuna. Məsələn, sətr üzrə birin yeri burada bilinir. Bura olmaz, A-nın yeri olmaz. Biri məcbursan bura yazmağa. Sonra sütun da oldu, diqqətlə baxsaq. Həm də blokda da oldu. Bura düşəcək 2. Sətirdə nə çatışmır? 1 ilə 5. Biri bura yaza bilməzsən, məcbursan. Biri bura yazırsan, 5-i yazırsan bura. Sonra sütunda nə çatışmır bu sütunda? 1 var, 5 var, 2 çatışmır. 2-ni bura qoya bilməzsən, bura qoyarsan, bura qoyarsan. 3 çatışmır. 3-ü A-ya qoya bilməzsən, ən yuxarıda qoya bilməzsən, məcbursan bura qoymağa. Sonra 4 çatışmır. 4-ü A-ya qoya bilməzsən, çünki burada 4 var, 4-ü yazarsan, bura 4, burada düşər 2. A-nın yeri 2-dirsə, sətr üzrə 5 çatışmır, 5 bura düşür. Buradakı sətirdə 5 çatışmır, 5-in yeri bura olacaq. Bu sətirdən nə çatışmır? 2 dənə xana. 2 ilə 4. Təbii ki, sən B-yə 4 verə bilməzsən, məcbursan 4-ü bura yazırsan, B-yə də 2 verəsən. A-nın B-nin cəmini soruşurdu, cavabı 4. Gəldik növbəti sualımıza. 67 deyir ki, vermişəm sənə bu 5 rəqəmli ədədi və 5 rəqəmli ədəd A3, 8, D-yi. Ədəd 3-ə qalıqsız bölünür. Əgər ədəd 3-ə qalıqsız bölünürsə, belə çıxır ki, ədədlərin cəmi 3-ə bölünür, belə çıxır. 3-ə bölünmə əlaməti. Ədədlərin cəmi 3-ə bölünür ki, bu ədəd 3-ə qalıqsız bölünür. ADY-nin cəmini tapın. Burada demir ki, ADY bir-birindən fərqlənir. Ona görə istənilən qiymət verə bilərsən. Məsələn, buna 1 verirsən, buna da 1 verirsən, buna 2 verməsən. Amma bir şey var ki, 3-ə qalıqsız bölünmə əlaməti. 3-ə qalıqsız bölünmə əlaməti nədir? Bunların cəmi 11 deyil. ADY-nin də cəmi elə bir şey olmalıdır ki, 11 ilə onu toplayanda həmin ümumi cəm 3-ə bölünməlidir ki, ədəd 3-ə qalıqsız bölünsün. Həmin o ədədlərin var, həmin ədədlərin, yəni cəminə uyğun olan ədədlərin, yəni bu ədədlər cəmləri göstərir.
2 yəni ADY-nin cəmidir. Bu arada deyərsiniz 3 olmaz da yəqin ki, olar. Məsələn, A-ya sən verərsən, misal üçün deyirəm, 1 verərsən, buna 0 verərsən, buna 1 verərsən. Misal üçün belə də verə bilərsən. Sadəcə məsələ orada əsas şərt nədir? Sən ədədlərin cəmini 2 qəbul eləsən, bu da 11. ADY-nin cəmi 2-dirsə, bu da 11. 13 edir axı, 13 3-ə bölünmür. Deməli, ədədlərin cəmi 2 ola bilməz, ADY-nin cəmi. Getdi. Kodu 1 götürməzsən. Yaxşı, bəs 21 olsa, 21 olsa ADY-nin cəmi, o da 11. 11 gəlməlisən, axı ümumi ədədin rəqəmlərin cəminə baxmalısan. 32 edir, 32 bölünmür. 3-ə, 7. 4 götürsən rəqəmlərin cəmi, ADY-ni. Aha, o da 11, 15. 15 qalıqsız 3-ə bölünür. Bəli, deməli ADY-nin cəmi 4 ola bilərdi. Bu ədədlərin cəmini göstərir. Burada özü şərt edir. Cəminə uyğun olan ədədlərdir. Kodu nədir? Kodu 3'dür. Həmin kodu götürməlisən, 3'ü götürməlisən. Cavabımız da 3 olacaq. Sonra bax 24 qoysan ADY-nin yerinə. O da 11. 35 3'ə bölünür, bölünmür, getdi. 11'i götürsən ədədlər olan yerdə 22 olur cəm, bölünmür cəm. 18 götürsən 29 olur, bölünmür. 8 götürsən 19 olur, bölünmür. 16 götürsən rəqəmlərin cəmini. 11-dən toplasan 27, 27-nin də rəqəmlərin cəmi əgər ədədin rəqəmlərin cəmi 27 isə 3-ə bölünürsə, deməli ədəd qalıqsız bölünəcək 3-ə. Deməli sən 8-i götürməlisən, kod yerini götürməlisən. Sonra 10 götürsən, o da 11. 21 eləyir rəqəmlərin cəmi, bölür, 3-ə bölünür, deməli ədəd qalıqsız bölünəcək 3-ə. Kodu nə edir? 9. 9 götürməlisən cavabda. 3, 8, 9 varmı? Var. Cavabı A variantı. Çətin sual deyil, əslində qalsa sadəcə kod düşəndən sonra rahatlaşır. Amma ilk dəfə baxan üçün biraz düşündürücü. Bu arxeoloqdur, səhv eləmirəmsə. Filosof, bu monoloqdur. Dialoq 2 şəxs, monoloq 1, yəni o insanlaşdı, qanları insanlaşdı. Futurolog gələcəyi görən insan, bu da sosioloq, səhv eləmirəmsə, A variantı. Mikroskop cihazdır. Cihazın bir növüdür. Biologiyada istifadə olunur. Xəritə də vasitənin bir növüdür deyək. Bu da coğrafiyada istifadə olunacaq. Bir dənə elə A variantı qalır. Növbət sualımız bu rahat sual idi. Burada siz ardıcılığı nəzərə almalısınız. Yad saxlayın, böyük isim, kiçik isim. Yəni ümumi isim, daha xüsusi isim hansıdır? Yəni böyük, kiçik isim, belə deyək də. Məsələn, burada ən böyük isim gövdə qabıqdansa, ən böyük isim ağacdır. Ağacın bir hissəsi düzdür, qabıq da ola bilər, amma gövdə daha böyük isimdir. Yoxsa da mən ümumi demirəm, böyük deyirəm ki, tam başa düşəsiniz. Təbii ki, gövdə gələcək, ondan sonra gövdənin bir hissəsi qabıq ola bilərdi, gövdənin qabığı ola bilərdi. Belə çıxır ki, ağacın bir hissəsi gövdə, gövdənin bir hissəsi qabıq. Ardıcılığı nəzərə almalısınız. Baxın elə. Cümlənin bir hissəsi, bəziləri A götürür. Cümlənin bir hissəsi sözdür, sözün bir hissəsi hərf olmağında düzdür. Sadəcə sözlə hərfin yeri dəyişik olmalıydı da. Çünki ağacın bir hissəsi sən ümumiyə getməlisən axı, ümumidən xüsusiyə getməlisən. Ağacın bir hissəsi birincidir, sonra gəlir ikinciyə. Cümlənin bir hissəsi hərfdir, hərfin bir hissəsi sözdür, təbii ki, xeyr. İnsanın bir hissəsi toxuma, toxumanın bir hissəsi bəli hüceyrə ola bilər, mümkündür. Digər variantlar təbii ki, əlaqəsizdir. Düymənin bir hissəsi niyə köynək olsun ki? Köynəyin bir hissəsi ola bilərdi də. Qələbənin bir hissəsi idman niyə olsun ki? İdmanın da bir hissəsi sağlamlıq ola bilər, amma qələbənin bir hissəsi yəni düz gəlməz. Manatın bir hissəsi valyuta deyil, düzgün gəlməz. Valyutanın da bir hissəsi dollarsa yox. Dollar, manat özü də valyutanın növüdür. Əlaqəsiz. Təbii ki, B variantı. Yəni bu məntiqlə götürəndə variantları çıxış eləməklə, yəni səhv olma ehtimalını sıfıra indirirsiniz. Minimuma yox, sıfıra. Keçdik növbəti sualımıza. Bunun bir çıxır, sonra kvadratı yüksəlir, bunu alır. Bir çıxır, kvadratı yüksəlir, bunu alır. Hamısını ödür. Bir çıxıb 8, kvadratı 64, D variantı. Üstün üzrə cəmlər, ziqzaq da gedə bilərsən. 4-dən 36-ya, 36-dan 8-ə belə yollarda çalışın, yoxlayın. 72-ci sualı izah edirəm. Deməli, burada nə olacaq? Biz demişdik, yadınıza gəlirsə, bunu tapmaq üçün variant işləmək lazımdır. A ilə B variantı arasında fərqli bir hissə var, budur, görürsünüz. Burada həmin şəkil yoxdur. Nöqtəyə nəzərən seçirik. Nöqtənin burası görürsən, həmin xətt var, həqiqətən də varımızdır. Yoxdur, var, bərabərdir. Yoxdursa burada, sual şəkli olmalı idi. Olmalı idi, hanı və bunun xətti getdi. Hanı bunun xətti yenə getdi. Qaldı 3 dənə variantımız. Keçən il başqa bir variant. B ilə C-ni gəlin müqayisə edək. B ilə C variant arasında fərqi isə B-nin burasının olmasıdır. C-də həmin yer yoxdur. Görürəm, nə baş verir? Deməli, bu aşağı hissə. Görürsünüz, aşağı hissə yoxdur. Yenə aşağı hissə yoxdur. Birincidə də ikincidə yoxdursa, bərabərdir. Burada da olmaz, təbii ki, orada da olmaz. Ona görə bu hissə olmamalıydı. Getdi. Qaldı C ilə D variantı. C ilə D variantı arasında fərqli bir hissə. Məsələn, bu xəttin burası var. Görürsünüz, diaqonal var, bu belə bir şey. Nöqtədən bu yana. D-də yoxdur. Görürsünüz, yoxdur. Üstə gələk, yenə yoxdur.
İkisində yoxdursa bərabərin sağında bu xəttdən söhbət gedə bilməz. Ona görə bu xətt olmamalıdır. Bu 7 variant cavabımız. Növbəti sualımıza baxırıq. Bu sualda çox rahatdır. Hərf fiqur olanda bəli, razıyam biraz düşündürücü ola bilər, amma hərfdirsə, rəqəmlisə belə suallarda fərqli variant deyir seç. Burada səhv eləməmək olmazdı, yəni eləmək olmaz daha doğrusu. Yəni ki, həqiqətən çox rahatdır. Məsələn, baxın, sadəcə aşırmanı bilməlisiniz. Qurtardı getdi. Bax, 4-ün soluna nə düşür? 0 düşür. 4-ün üstünə, yəni yuxarısına nə düşür? 1 düşür. 4-ün altına 1 düşür. Burada 4-ün yuxarısına 1 düşür. 4-ün altına 8 düz gəlir. Digər variantda bax. 4-ün üstünə 1 düşür. Burada 4'ün yuxarısına 1 düşür. Burada 4'ün yuxarısına 1 düşür. Burada baxın hələ 4'ün yuxarısı 8 düşür. Hamısında 4'ün üstü 1'dir. Amma bir dənə B variantında 4'ün üstü 8'dir. Digər hərflərə də baxa bilərsiniz. Yəni bir dənə fərqi siz görməlisiniz və həmin fərqi tapıb fərqli variantı seçməlisiniz. Çox rahat sualdır əslində qalsa. Gəldik 74-cü suala. 74 nömrəli sualımıza diqqətlə baxsaq. Deyir ki, bir üzündə K, L, M, N, R və S hərflərindən biri, digər üzündə isə 1, 2, 3, 4, 5, 6 rəqəmlərindən biri yazılmış 6 kartın ikisi göy, ikisi sarı, ikisi ağdır. Yəni 6 kart var, bir üzündə hərflər, bir üzündə rəqəmlər verilib və siz nəyi tapmalısınız burada? Bizim tapacağımız şey burada nədir? İkisi bu arada göy verib bizə, ikisini sarı verib, ikisini ağ verib. M kartında 3 yazaq bura. M kartında nə yazılıb? 3 yazılıb. Rəngini aşağıda yazacağım. M kartında 3, N kartında 2, Rum rəqəmli rəqəmlə yazacağım. N kartında 2, K kartında 1 yazılıb. Tamam, bunu verib bizə. K kartı göydür. Yazıram göy. R kartı ağdır. R kartının hansı rəqəm olduğunu bilinmir, amma R kartının ağ olduğunu bizə deyir. L və M. L-i bu yana yazacağım. L və M kartları sarı rəngdədir. L olsun sarı. Bir kim M də sarıdır. Bu arada ikisi sarı, ikisi göy, ikisi ağ olmadı. İki dənə sarı getdi artıq. Şu çox bəsit sualdır bu. Sarı rəngdə 3 dəqiqəlik təhlildir, belə deyim. Bu da getdi. Bu cümlələr hamısı hazır. Tam təhlillənmişik. Sarı rəngli kartların birində 4 rəqəmi yazılıb. Sarı rəngli kartların birində. Burada sarının biri 3-dürsə deyir, birində 4 yazılmalıdır. Məcbursan sən bunu L-yə yazmalısın. İki dənə sarı olmalıdır, ikisi də bu da. Bu da hazır. Deyir ki, ağ rəngli kartlar. Bir dənə hansı kart qaldı? L, M, N, K, R. Nə qaldı orada? S. S kartı qalıb. Rəngini bilmirsən də. Görsənmi? Rəqəmi də bilmirsən nədir? Çünki ikisi tapılmırdı. Orada 1, 2, 3, 4 var. 5, 6 qalıb. Yəni bilmirsən hansı 5-dir, hansı 6-dır. Dəqiq deyil. Sənə burada nə deyir? Bir ağ rəngli kartlarda, bu dəqiq deyil ha. Yəni R ilə S rəqəmləri dəqiq deyil. N ilə S-in isə rəngləri dəqiqdir. Yəni ağ qara ola bilərdi. Ağ qara. Ağ göy daha doğrusu. Bu ağ olsa bu göy olur və tərsi. Bu göy olsa bu ağ olur. Bizə deyir ki, ağ rəngli kartlarda yazılmış rəqəmlər cəmi neçə ola bilər? Yəni 2-3 dənə alternativ ola bilər yəqin ki. Ağ rəngli kartlarda bir dənə alternativ ola bilər. Ağ rəngli kartlar hansılardır? Biri R-dir, bir də nə ola bilər? Məsələn, ya N olar, ya S olar da. Məsələn, bunlardan biri olar. Fərq yoxdur. Yəni, hansını istəsən seç, yəni, alınacaq. R əgər 5 olsun, məsələn, S-ə sən ağ vermək istəyirsən, məsələn, özündən. Fərq yoxdur, N-ə də verə bilərsən əslində. Məsələn, N də, yəni, birini yox, hər ikisini nəzərə almalısan. Bu ağ donsuzdur. Buna 5 versən, əgər N ağ olsa, cəmsi olacaq, 7 olacaq. Yaxşı, R ağdır, düzdür. R-ə sən 5-dən başqa 6 da verə bilərsən axı. R-ə 6 versən o zaman. R-ə 6 düşsə, yenə N ağ olsa, nə baş verər? Cəm o zaman 8 olacaq. 8 ödəyir. Sonra dəyişirik alternatifi. Yaxşı, bu dəfə ağ N olmasın. Ağımız bu dəfə S olsun bəs. Bəs burada nə baş verəcək? Ağımız S olandan sonra nə olacaq? Bərabər N idi. Bu iki dənə cəm yarandı. Bunu R-ə 5 verəndə buna 6 düşəcək. Cəm 11 olacaq. R-yə 6 verəndə buna yenə 5 düşəcək. Onsuz da məlumatıyla yenə 11 olacaq. Yəni 11. Deməli, ağlar 7, 8 bir də 11 şərti ödəyə bilər. 11-i götürməlisən, 7-ni və 8 götürməlisən. B, D, Y. Yəqin düz hesabladım. B, D, Y cavabı A variantı. Keçdik növbəti sualımıza. Tərəzi ilə bağlı sualdır. Bunun taktikasını deyim, sizə izah edim. Biraz böyüdəcəm, yəqin görsənir. Bunun taktikası nədir? Fiqurlar çoxdursa, normalda böyük yox, balaca rəqəm vermək lazımdır. Fiqurlar çoxdur, sayıb. Biz burada nə edə bilərik? Hərəsinə 1 verərsən. Təbii ki, 2 verməzsən. Hərəsinə 2 versən, gör hara çıxır. 1-dən 9-a kimi rəqəm verməlisən. Deməli, rombları 1 verməlisən məcbur.
Bu eləcək 6. Kvadratı məlum sən 2 verməlisən. 3 də versən 9 edir. Amma bura ağır olmalıdır. Deməli məcbursan buna 2 vermək kvadrata. Dairə avtomatik 9. Gördünüz mü? Baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni 2 dəqiqəlik sualda əslinə qalsın. 1 getdi. 2 getdi. 9 get. Görsənmi? 3 dənə rəqəm. Ola bilər tərəzidə bir dənə fiqur olmasın. O da ola bilər, olmaya da bilər. Bu arada qeydi verib, burada verməyə də bilər. Baxın diqqətlə. Bu arada tərəzidə olmayan fiqur var. Çünki tərəzi, iki dənə tərəzimiz var da. Bu 1, 2, 3, 4, 5 boş şeydir. Sən iki dənə tərəzinin həll eləməlisən. Üç bucaq yoxdur. Amma burada üç bucaq var. Yəqin ki, tərəzidə üç bucaq yoxdursa, olmayan bir ədəd üç bucağın qiymətidir. İndi biz nə etməlisiniz? Burada əsas məsələ nədir? Üç bucaqlar görürsünüz çoxdur. Bu yan ağır olmalıdır sağdan. Ağırdır. Kvadratları çoxdur axı burada. Ona götür 4 vermə. Ən balaca rəqəm hansıdır? Götür onu verin. Alınmasa eybi 4 verərsən. Amma 90% hallarda alınacaq yəni. Qəbul elə salınır. 3'ü ver geçsin bunlara. Görsən, buna sən bacardığın qədər balaca qiymətlər verməlisən. Böyük qiymətlər verməməlisən axı, yüngüldür. Növbəti sayı çox olan fiqur üçbucağıdır. Götür ona 4'ü ver geçsin. Yəni 90% hallarda bu taktika alınır yəni qəbulda. Görsən, 3'dən sonra 4'dən sonra 3'dən sonra 4, 4'dən sonra 5'i də verərsən buna. Görsən mi? Ver getsin. Cəm neçə edir? Baxın hələ. 9, bu da 8, 17, 22 elədi. Gördünüz mü? Və sən götürüb ulduzlara 8, 8 ver. Götür 7, 7 versən əgər. 14, o da kvadrat 8 olsa 22 edir. Hələ sən bura ən yaxşı halda ən minimalı vermisən sən. Böyük fiqurlara, çox fiqurlara az balaca çəkini vermisən. Getdikcə fiqurların sayı azala-azala onlara balaca-balaca rəqəmlər vermisən. Yəqin ki, başa düşdünüz, gördün. Deməli, ulduza 7 verəndə əmələ gəlmir. 8 verməlisən ki, çoxdur axı sayı. Bu ağır olmalıdır. Bunun tərsini eləməlisən. Vəziyyəti burada tərsinə yaratmalısan. Çünki ağır olmalıdır. 8, 8 verib buna 7 versən, təbii ki, alınacaq. 6 versən bərabər olacaq. 7 məcbursan verməyə ki, 23 olsun hazır sual. Yəni uzaqbaşı 1 dəqiqə yarım, 1 dəqiqə. Yəni sən bu sualı həll edib, ondan sonra da 1 dəqiqə dayanaba olaraq bunlara vaxt sərf edə bilərsən. Hansı tarazlıq doğru olmayanları deyirsiniz bu arada. Doğru olmayanları. Bu arada çəkidə hansı istifadə olunmadı? 8 istifadə olundu, 7 istifadə olundu, 4, 5 istifadə olunub, 3 də istifadə olunub. Görsənmi? 6 qalıb. 6 da 3 bucağını çəkisi. Görsən, bu qədər bəsdir. 3 bucaq olan yerlərə 6 yaza bilərsən, problem yoxdur. Kvadratımız nədir? Kvadratımız 3'lərdir. 3 dəfə 4, 12, o da 12, 24. Ulduzumuzun hər biri 8 olduğuna görə 24, 24'e bərabər. Bu doğrudur yəni. Sən bunu seçməməlisən. O, olmayanları seçmək lazımdır. Doğruları plus qoyacağım. Boz kvadrat 7, buna 7 verərsən, qara dairəyə 9 verərsən, ulduz bizə 8'dir. Rombumuz 1'dir, qara kvadratımız 2'dir. Boz dairəmiz 5'dir. Bunların cəmi 13, 14, o da 2, 17 elədi deyəsən. Bunlar bir-birinə bərabər olmaz təbii ki. Deməli, uyğun olmayan variant budur. 2'ni biz götürməliyik bu arada. Bunu götürməyəcəyik. Uyğun olmayan deyirdi. 2'ni götürərsən. Sonra burada ulduzumuz 8'dir. Boz üçbucağımız 4'dür. Ağ rombumuz 1'dir. 13 bura elir. Boz dairələr bizdə hər biri 5'dir. Kvadratımızdakı 3'dür. Ona görə burada 13 elədi. 13 bərabər 13. Yəni buradakı vəziyyəti nəzərə alın yəni. Bu da doğrudur. Amma götürməyəsən. Görürsən, hansını götürməzsən? Bir üçü götürməzsən ki, getdi, getdi, getdi. Gördün mü? İki variant qaldı. İkini götürərsən, ya 4 ya 5 bunlardan doğru olmayanı seçməlisən. Boz kvadrat 7, 7, 7. Qara kvadratımız 2, 2, 2, 2. Boz dairəmiz 5, 5. Fikir versəz 10, 18. Bu yana elir. 21 buraya elir. Görürsən ağırdır. 21 həqiqətən ağır. Deməli bu doğru variantdır. Mən bunu götürməzsən. Doğru olmayan təbii ki 5 olacaq. Yəni yoxlamaya da bilərsiniz əslində qalsa. Əgər dəqiq yazmışsınız, amma yenə də hər ehtimala qarşı yoxlamaq lazımdır. Bu qara dairə düz olsun. Boz üçbucaq 4 olsun. Bu arada sol tərəf yüngüldür. Bunu yəqin görə bilirsiniz. Bax, buna da diqqət etdirməlisiniz. Qara kvadrat 2'dir, ağ kvadratımız 3'dür. Fikir verənlərə sağ 11'dir, sol tərəf 13'dür. Necə 13 yüngül ola bilər, 11 ağır ola bilər ki? Deməli 2, 5 onu götürərsən doğrudur. 2, 5 bizim sualımızın doğru cavabı. Növbəti sualımız. Əksinə isə vaxt alan orada yoxlamaqdır. Tərəzinin özü bir dəqiqə həll olunur əslində qalsa. Burada da sən seçməlisən nəyi? Uyğunları. Burada soldan sağa oxunuşu sən seçməlisən. Bu arada bunlar kimi, yəni bu 2 buradan kopyalanıb bura qoyula bilər, problem yoxdur. Ə buradan kopyalanıb bura qoyula bilər. M də onun dalıca. Yəni kopyalayıb sola qoya bilərsən, problem yoxdur. Sol tərəfi də sağa kopyalaya bilərsən. Bunu buradan kopyalayıb bu yana qoya bilərsən. Problem yoxdur. Deməli biz nə edirik? İqımı oxunuşu olan hansıdır? İqımı. Varmı elə bir şey? Bəli, var. İ, Q. Bu M-ni buradan kopyalayıb, yəni problem yoxdur. Bunu kopyalayıb bura qoya bilərsiniz normada. İQ soldan M. İqımı deməli bir kimə uyğun gəlir? A-ya. Bu 2, bu da 3.
Sonra 2 tək. Tək kimə uyğun gəlir? Bax, t, ə, q var yazılış burada. Üçüncü fiqur. Yəni qaya uyğun gəlir. T-nı T-nı bura uyğun gəlir. Yəni ikinci fiqur. 2C-dir. Net. Net kimə uyğun gəlir? Baxın hələ net. N, ət. Bax, bu üstünə ə. Bu t-nı buradan kopyalayıb bura qoya bilərik də. Net. Deməli, 3 uyğun gəlir netdir. Bir də qaldı bu ə, i, q. Görürsünüz, əni buradan kopyalayıb sonra qoysam ə, i, q düzəlir. Deməli ə, i, q harda uyğun gəldi? Bax burada. 2 də e olacaq. Düz hesabladım yəqin ki. 1A, 2C'yi. 1A, 2C'yi, 3BD. Yəqin ki, B variantı olacaq burada. Növbət sualımıza baxırıq. Ha, bu biraz düşündürücü sualdı ama o kadar da çətin sual deyil əslində qalsa. Biz bunu necə eləməliyik? Burada yanaşmalar var. Yəni burada hərfləri siz tapmalı deyilsiniz əslində qalsa. Düzdür, qəbul açan variantlarda orada hamısı tapılmalıdır. Sən əylə eyni tapmalısan cəmini. Burada t-ni sənə 3 verib, t-ni götür yerinə 3 qoy, qəşəng. Qoyaq yerinə t-nin yerinə 3. Düşünmək lazımdır. Sadəcə variantla işləmək lazımdır. Sən bunu versən nə olacaq, nə baş verəcək? Bax, belə-belə şeyləri siz nəzərdə saxlamalısınız. Baxın elə, ənin qiymətini nə verə bilərsən? Elə bir iki ədədin cəmi varmı? 3 versin. Yoxdur axı elə bir şey. Deməli, böyük ehtimal burada iki dənə hərfin cəmi 10 neçə edib? Burada böyük ehtimal 1 yadda qalıb. Bunu artıq sən çözürsən. İndi baxın elə. Ənin burada iki alternativ var. Ya 6 verə bilərsən ə hərfinə. Ya da nə verə bilərsən? Ə hərfinə ya 6 verərsən, ya da deməli 1 verə bilərsən ə hərfinə. Ə hərfinə 1 versən, əla. 1, 1. O da 1 yadda 3. Ödür. Və onu sən burada yoxlaya bilərdin. Əgər 1 verəndə problem yaranır mı? Deməli, bunları görürsünüz. Bunların cəmi, bura 1 düşübsə, ömür boyu ola bilməz axı bunların cəmi necə ola bilər ki? Deməli, burada yenə 1 yadda qalıb. 2 oxşar hərfin cəmi heç vaxt tək ədəd verməz son rəqəmi, cüt verməli. Deməli, burada yenə 1 yadda qalıb. Belə çıxır, bunu düşünürük biz. Yaxşı, burada necə bir yadda bilər, yadda qala bilər? Biz i-yə nə verməliyik? 5 verməliyik, məcburdur, görürsünüz. I-yə 5 versəz, düz gəlir. I-yə 5 verəndə. I-yə 5 verəndə düz gəlir. 5, 5, 10. O da 1 yadda 11. 1 yazsam 1 yadda. Düz gəlir, doğru mu? Deməli, biz nə edə bilərik? I-yə 5 verərik. Ə-yə nə verərik? Ə-yə də 1 verərik. Amma 6 yoxdur axı cavabda. Deməli, dəyişməlisən. Ona görə 6 qoyulmayıb burada. Variantlarda 6 olsaydı sual artıq 2 başlı olardı. Ona görə mən 6-nı qoymamışam. Bunu nəzərə almışam yəni. Yarımçıq həll etmək lazım sualı. Hamısını tapılmayacaq onsuz da. Deməli, biz burada çözdük ki, əgər sən 5 verə bilmirsən burada, başqa nə verə bilərsən? 0 verməyə məcbursan, görsən, iya sən 0 verməlisən. Başqa yol yoxdur, çünki başqa qiymət ala bilməz. Ya 5 ya 0. 0 verəndə həqiqətən də, bu arada demir ki, fərqli rəqəm 0-dan fərqli deyir ki, bir-birindən fərqli rəqəmlərdir. 0 da rəqəmdir, təbii ki. Və görürsünüz, 0 versən və o da 1 yadda. Düşəcək 1 bura, əla. Ə, 1 olur, i 0 olur. Yəni cəm olur, burada 1. Deyər ki, mənim, indi bunu yəqin görənlər vardı. Nəyə biz orada 1 yox, 6 da verə bilərdik axı. Baxın hələ. Biz burada əyə 6 da verə bilərik lap başlanğıcda. T-nin qiyməti özü 3-dür, bu heç problem yaratmır bizə. T-lar 3-dür. Deyirsin, mənim, bu ə 6 da ola bilərdi axı. Qiymət dəyişə bilərdi, onu da nəzərə almışam. Əyə 6 verərsən əgər, tamam. Çünki 6 verməlisən də. Burada çünki 3 düşübsə 2 ədəd oxşar ədədin cəmi burada 1 yadda bayaqları çözmüşdük ki, 1 yadda qalmalıdır burada. 6 da versən əla 5-ə ödür. 12, o da 1 yadda 13. 3 yazarsan burada 1 yadda qalır. Bəs niyə ə 6 ödəməz? Çünki sən əgər bura əyə 6 versən, əyə 6 versən, deməli məsələ burada nə olur? Əyə götürüb 6 versən, görürsünüz bura əyə 6 versən. Burada fikir versən, iki dənə oxşar hərfin cəmi 6 olması üçün sən məcbursan burada nə verməyə? Sən məcbursan burada əyə 3 verməyə, görürsən, daha doğrusu i-yə. Yəni burada yadda qalmır da burada. Çünki iki oxşar ədədin cəmi cüt verirsə sən burada yadda qalmayacaq heç nə. Yadda qalsa tək verəcək. 3 verərsən də i-yə, amma t3 də axı olmaz. Yaxşı, 8 də verə bilərdik də. 8 versəydik i hərfinə, verə bilərdik əslində qalsa. 16 da bir yadda qalardı. Niyə olmur? Variant işləmək lazımdır. i-yə götürüb 8 versən, ə də 6 da vermirsən axı. 14 yoxdur axı variantda. O belə bir üsulla biz A variantı cavabını ala bilərik. Qəbul edilən variantlarda necə olur? Siz hamısını tapmalısınız. Ümumi məntiq olur. Keçdik növbəti sualımıza, 78-ci sualımıza. Burada sağ tərəfi sadəcə kvadrata yüksəldir. Solu üstünə gəlir. Sağ tərəfi kvadrata yüksəldir, üstünə sol tərəf gəlir. Kvadrat üstə gəlir, sol tərəf, kvadrat üstə gələk, sol tərəf. Cavab olacaq 12. Bu arada kvadratlar cəminin kökaltısı, kvadratlar fərqi, belə-belə şeylər. Kvadratlar cəmi bərabərdir tərs ədədlər, əks ədədlər. Bunlar belə-belə şeyləri nəzərdə saxlayın. Qəbula düşə bilir. Kvadratlardan, yəni kvadratların cəmi ilə bağlı belə suallar
Kimya, ədəbiyyat, biologiya, tarix hamısı fənlərdə təhsil isə ümumi bir təhsil adı. Yəni digər fənlər də belə deyək, fərqli variantı oldu. 80-ci sualda burada diqqətlə baxsaq, 1 kvadrat burada var. 2 kvadrat burada var, 3 kvadrat burada var, 5 kvadrat burada var, 8 kvadrat var burada. Necə, hansı formada artır? Fibonacci üsulu ilə artır. 1-lə 2-ci əmin növbəti 3, 2-lə 3-cü əmin növbəti 5, 3-dən 5-ci əmin növbəti 8, bunların cəmi 13 olacaq. 5-lə 8-ci əmin növbəti yer 13 olmalıdır. 13 olmalıdır axı. 8, o da 4, bu 12 edir, olmaz. Bu düz gəlir, bu düz gəlir, bu düz gəlmir. Biraz çox edir deyəsən bu. 12, 14 edir. Qaldı 3 dənə variantımız. Bəs hansı düz gələ bilər? Hansı formatda artıb? Fikir versə sağdan sola doğru artır. Görürsən sağ sol, sağ sol. Sağ dolandan sonra sol dolandan sonra keçid təzədən sağdan doldurur. Ona görə sağdan sola doğru doldurur. Ona görə A olmaz. Soldan başlamalı deyil, sağdan başlamalıdır. Bu da ümumiyyətlə dəxilsiz bir variantdır. Dolandan sonra sağdan başlamalıdır. Ona görə C variantı. Dolma ardıcıllığına görə siz variantı götürməlisiniz. Növbəti sualımız. Deməli, belə bir sual, deməli, nə sualdır? Şifrə sualdır. Siz burada tapmalısınız. Görürsən hansınındır. Düzdür, çətinlik çəkirsinizsə, bunları götürüb nə edə bilərsiniz? Belə deyək ki, sütun formasında düzə bilərsiniz, problem yoxdur. Yəni necə? Məsələn, 93, 63, sonra bunu 72, 63, 72, 63, 41, deməli 13, sonra 31, 13, 31, 13, 14, 63. Belə alt-alta rəqəmləri düzə bilərsən, əgər belə sizi çaşdırırsa. Birinci sütuna baxa bilərsiniz burada. Lap birinci sütuna baxanda deməli, fərqli hərflər yoxdur. İkinci sütuna baxa bilərsən. L, E, I, L, A. İki dənə L görürsən. Mən bu arada bu sualı şifahi görürəm əslində. Yəni A-lara baxanda kodu 3-dür. Birinci A, axırıncı A, 3-dən başlayıb 3-dən qutaran. Allah belə şeyləri bilirəm. Yəni bu arada mən düşünərsiniz ki, müəllim niyə belə demir? Sadəcə tam rahat formada izah eləməyə çalışıram sualı. Ümumi götürəndə yəni hansı formada baxaq? Yəni görə bilmirsənsə məcbursan sütun üzrə baxmağa. İkinci sütuna baxırsan, görürsən ki, oxşar hərflər ellərdir. Görürsünüz? Təbii ki, biz A tərəfdən də yəni girişə bilərik suala. Çünki burada A tərəfdən daha tez tapılır. Üçüncü sütuna baxın. L, R, R, L, R. Görürsünüz? R-lər tapılır. Amma A tərəfdən baxanda təbii ki, tez tapılır. Yəni A-ların çünki 3 olduğu bəllidir. Allah 3-dən başlayıb 3-dən qurtarır. 3-dən başlayıb 3-dən qutaranlar 31, 13-dür. 31, 13. Bu getdi. Gördünüzmü? Yalnız ikinci və dördüncü rəqəmi A olanlar, hərf olan A olanlar, yəni ikinci və dördüncü yer 3 olan kodumuz 9363-dür. Bu da getdi. Gördüm, tapdım, yazdım qabağına. Sonra baxın hələ. L-nın kodunu tapmışıq. Tapmışıq da birlərdir. Ortada birlər bu tapılıb deyə. L da ortada L-lər, birlərdir. Bu da kodu düşəcək 41, 13-ə. 41, 13 oldu. Bunun kodunu 13-ə xət qoyursan. Sonra L-nın kodu tapılıb da 1-dirsə, L-ə 1 ilə başlamalıdır. 1, 4, 6, 3 də bunun koduymuş. Yerdə qaldı 72, 63 də bunun kodu sən demə olmuş olur. Və sıram hazırdır. Sən bunu tapandan sonra Allah'ın yerinə qoyursan. Allah'ın kodu var əlimizdə. 31, 13 var. Sual içərisində bilmirsən nədir? S oları nədir? S-in kodu 9-dur. O hərfinin kodu. O yoxdur axı. Tamam, eybi olmaz. L-nın kodu 1-dir. R-nın da kodu tapmışıq 6-dır. Deməli, baxın. 3000 üstünə təxmini 6000 nəsə gələndə. Yəni, sual içərisində yeni 6000-dən başlayan bir kod olmalı. Baxın, bu 9 ilə başlayır. Yəni, 9000 sizcə 3000 üstünə 9000 gələndə 9000 alınır. S-lə başlayan ola bilməz. F nədir? F. F 7 ilə başlayır. F-nın kodu 7 ilə başlayır. 7 ilə başlayan nə olsun ki? 3000 neçənin üstünə 7000 gələndə 10.000 edir. 9000 edə bilməz axı. Deməli, F-larla başlayanlar da getdi. Qaldı E ilə başlayan variant və R ilə başlayan variant. R-nın kodu 6-dır, məntiqlidir. R 6-dır. 6000, 3000 üstünə 6000-ə qədər gələndə 9000 ola bilər. Amma biraz diqqətli olmaq lazımdır. Bəzən 3000 neçənin üstünə 6000 neçə gələndə 10.000 deyilir. Eyni də bir dənə yoxlamaq lazımdır. Eyni də kodu sən 4 görürsən, axı 4000 ola bilməz. Çünki 3000 neçənin üstünə 4000 neçə gəlsən, uzaq başı 8000 neçə edir. Yəni 9000-ə böyük ehtimal nə eləməz? Çatmaz böyük ehtimal. Ona görə böyük ehtimal D variantını atırsan tez E variantını götürə bilərsən. Keçdik növbəti sualımıza. Deməli, bu sualda birinci şəkildə, deməli, burada diqqətli olun, qəbula düşə biləcək bir sualdır. Deyir ki, bu verilib, bunu bağlayın deyir. Birinci kubu götürün, yığın, kub halına gətirin, onun 3 dənəsini yanaşı düzün. Sağdakı hal-hazırda 3 dənə kubu yan-yana düzüblər. Və deyir ki, ən çoxu neçə ola bilər? Bu, istənilən üzündə. Fiqurun istənilən üzü o demək ki, ya buranı götürərsən, ya arxanı, ya buranı götürərsən, ya altı götürərsən, ya qarşı üzü. İstənilən üzdə.
Alınmış fiqur hal-hazırda alınmış fiqurun neçə üzü var? Bir üzü, iki üzü, arkadakı 3, ən altdakı 4, bu 5, bu da 6 üzü var da düzcalı formatda. Həmin üzlər bunlar sayılır. Artıq bu hamısı üz sayılır. Bu bir dənə üz sayılır. Bu bir dənə üz sayılır. O deməkdir. İstənilən üzdə yəni qarşı üz. Çalışın istənilən üz deyəndə qarşı üzləri də yoxlayın. Bəlkə elə bir vəziyyət yarada bilərlər ki, qarşı üzlərdə həmin o qarşı üz yoxdur, bunların qarşısı. Arkada 3 dənəsinin cəmi daha maksimum olsun. Ona görə istənilən üz deyəndə diqqətli olun. Ancaq buradakı nəzərdə tutulmur. Bu sayıda qurmuşam ki, həmin elə bir vəziyyət qarışdırıb çaşqınlıq yaratmamışam. Sadəcə videoda dedim, indi kim istəsə baxar. Təbii ki, axıra kimi və dediyimi yatsaqlar təbii ki, e, vacib şeylərdir bunlar. İndi burada üst üzündə biz matris götürə bilərik. Çünki 4-ün qarşısı 6-dır. 3-ün qarşısı 1-dir. 1-in qarşısı 3-dür. Yəni burada eləcə 10. Amma buradakı ya da altdakı fərqlə bunları götürəndə isə daha maksimuma gətirə bilirik. Çünki ən çoxu deyir. İndi baxın, 4-ün ən böyük qonşusu 4 simmetrik fiqurdur deyə 4-ün ən böyük qonşusu 5 görə bilirsən. Bir də simmetrikdə ən böyük qonşusu 6-dır görürsən, problem yoxdur, bunları yaza bilərsən. 3-də diqqətli olun. 2-də, 3-də də 6-da. O 2 dənəsinə diqqətli olmusunuz. Çünki necə gəldi 3-ün ən böyük qonşusu 6 götürüb tez 17 götürə bilməzsiniz cavabı. Fikir verin, 3-ün yanaşması belədir. Burada da belədirsə, üstündə ya 5 olar. Bu sual əslində rahatdır. Mən fiquru başqa da fırlada bilərdim. Sadəcə çox mürəkkəblik istəmədim, yaradım. Görürsünüz, elə 3-ün üstünə 5. Elə bu formatda 3-ün üstünə 5. Bu arada əgər 5 burada olsaydı, 2 yuxarıda olsaydı, siz 5 götürə bilərsiniz. Çünki siz bu fiquru başa fırladanda 3 istiqaməti var, diaqonal formatın istiqaməti dəyişməyəcək. Elə olduğu kimi qalacaq. 6 ilə 4 yuxarı düşə bilməz. Çünki 3 əyri qalacaq. Fiqurun saata görə bir əksinə 90 dərəcə və yaxud saata görə bir istiqamətin 90 dərəcə. 4 altını yuxarı qoysanız görərsiniz ki, 3 doğru qalmır, yəni yanaşmaz. Bu dediyimi eləsəz başa düşərsiniz yəni. Təbii ki, 3 forma da qalmalı. Deməli yuxarıda ya 2 olmalı ya 5. Təbii ki, 5 olacaq. Ona görə sən bunların cəmini nə götürə bilərsən? 16 götürə bilərsən. Böyük modulus hesabladım da. 4-ün ən böyük qonşusu, 3-ün də ən böyük qonşusu bu formatda 3-ə görə 5 olacaq. Bəli, 16 olacaq cavabımız. Növbəti sualımız. Hansı hissə çatışmır, onu tamamlamalısın. Kvadrata tamamlamaq üçün təbii ki, bu hissə olacaq. Bu bucaq tərəflərə də diqqət yetirəndə təbii ki, A variantı rahat görsənir. Sadəcə biraz fırlatmalısınız. Keçdik növbəti sualımıza. Hətta sonuna qədər davam etməsi proqnozlaşdırılan yağan yağış səbəbindən tikinti işlərinin dayanmasına görə binanın istifadəyə verilməsi təxirə salındı. Hətta sonuna qədər davam etməsi proqnozlaşdırılan yağan yağış. Baxın, siz burada nəticəni deməli tapmalısınız. Yəni nəticə nədirsə onu götürməlisiniz. Əlavə nəsə düşünməyin. Yəni sakinlər məsələn bəzi tələbələr bunu bu variant götürmüşdü. Növbəti deməli növbəti həftənin tikindi bu yox, yağışın ki bu yox. Bina sakinləri yağışdan sonra evlərinə köçməyi düşünürlər. Məsələ burada nədir? Düzgün variant ola bilər. Yəni, yəqin ki, sakinlər belə düşünə bilər. Həftə sonuna qədər davam etməsi proqnozlaşdırılan yağan yağış səbəbindən tikinti işlərinin dayanmasına görə binanın istifadə verilməsi təxirə salındı. Həftə sonuna qədər davam etməsi proqnozlaşdırılan yağış. Yəni proqnozlaşdırılır ki, yağış həftə sonuna qədər davam edəcək. Amma bina sakinləri yağışdan sonra evlərinə köçməyi düşünürlər. Bəlkə yağışdan sonra yox. Bəlkə elə tikinti gedə-gedə eləsi var ki, elə düşünür. Yəni istəyirəm, yəni gedim də. Burada sakinlər nə düşünürlər? Bu haqqda məlumat varmı bizim cümlədə? Bizə qəti çıxan nəticə lazımdır. Heç bir cümlədə orada yuxarıda sakinlərin nə düşündüyü bəlli deyil. Biz necə E variantı götürə bilərik? Yəni məntiqlə götürəndə E düzdür. Amma orada axı sakinlərin nə düşündüyü bəlli deyil axı. Bəlkə sakinlərin yarısı siz belə şeylərdə çalışırsınızsa, çalışın variantı səhv çıxarmağa çalışın ki, səhv olsun variant. Məsələn, özünüz düşünün, binanın bəlkə sakinlər axı haqda yoxdur məlumat. Bəlkə binanın sakinlərin yarısı düşünür ki, tikintidən sonra düşünsün. E variantı kimi. Digər yarısı elə tikinti gedə-gedə istəyir ki, yəni, köçsün evə. Bu da ola bilər də, düzmü? Kimsə deyə bilərmi? Ola bilməz belə bir şey. Heç kim deyə bilməz. Çünki cümlədə heç yoxdur axı məlumat. Yəni bina sakinlərinin nə düşünəcəyi yoxdur orada. Ona görə biz bunu təbii ki, çıxarıb olmaz. Yağışın 2 gün davam edəcək. Həftə sonuna qədər deyir axı. Bu gün 5-ci gündürmü? 2 gün davam edəcək. Axı hansı gün olduğunu bilmir. Bəlkə birinci gündür bu gün. Həftə sonudursa 7 gün, 6 gün gedəcək yağış. Belə getdi. Növbəti həftədən tikinti işlərinin başlanması gözlənilir, bəli. Çünki həftə sonuna qədər əgər proqnozlaşdırılıbsa yağış, bu dəqiq deyil, amma proqnoz belə göstərir də. Həftə sonuna qədər yağış yağacağı gözlənilirsə, belə çıxır ki, növbəti həftənin tikinti işlərinin başlaması gözlənilir, bəli. Ola bilər. A variantı, yağış dayanan gün bina istifadəyə verilərək tikinti işləri yekunlaşdıracaqdır. Yağış dayanan gün yağış dayanandan sonra bəlkə bir ayda tikinti orada getdi və bir aydan sonra bəlkə yəni istifadəyə veriləcək bina. B bəndi tikinti işləri qapalı şəraitdə həyata keçirilir. Bəlkə açıq şəraitdə keçirilir.
həm də ki, qapalı şəraitdə keçirilirsə, onun yaxşı nə əlaqəsi? Lap orada qapalı yerinə açıq şəraitdədirsə, kimsə özünü çaşdırmasın ki, hə, yəqin ki, açıq şəraitdə keçirilib ki, yağış yağıb deyə dayanıb. Xeyr, açıq şəraitdə keçirildiyi haqqında da məlumat yoxdur. Bəlkə açıq şəraitdə keçirildiyi yox, belə deyək də, açıq şəraitdə keçirilə də bilər də. Yəni normalda yəni orada məlumat yoxdur, axı qapalı şəraitdə keçirilir yoxsa açıq şəraitdə keçirilir. Ona görə sən bunu da götürməzsən. C bəli, növbəti həftədən təbii ki, təmiz nəticə budur da, yəni dəqiq biləcəyin şey budur. Yəni 100% biləcəyin şey bir dənə C variantıdır. Mühakimə yəni bu formatda aparılmalıdır. Növbəti sualımız 85 nömrəli sual. Deməli bax, bunu sizə izah edib nədir məsələ burada? Qəbula düşən yəni prototip deyək də buna, yəni qəbul oxşan sual, amma tam o deyil, dəyişmiş hər şeyi. Ümumiyyətlə qrafikasını, sualın şərtini ümumi olaraq dəyişdirib hamısı. Diqqətlə baxın. Amma belə mahiyyət eynidir. Baxın, biz burada nə deyirik? Deyir ki, X məntəqəsi verilmiş şəkildə X məntəqəsində yerləşən restoran. Restoran burada yerləşir, görürsünüz. X məntəqəsi. Yəni restoranın istəyirsiniz göylə yazım ya da nəsə buradakilarla yazım ki, yəni gözümüzü yormasın. Belə eləyək də biz. Məsələn, hansı rənglə yazaq? Məsələn, yaşılla olsun. Bu bizim məntəqə buradadır. Yəni gözümüz yormasın. Deməli, davam edirik. Bizim deməli ümumi olaraq biz nə edəcək? 85-87 sayılı. Deməli burada məsələ nədir? Mahiyyət nədir? Biz buranı yaşılla qoyduq ki, bizi çaşdırmasın məsələ. Deməli biz nə edirik belə suallarda? Biraz böyüdək bunu bu formada. Yəqin ki, görsənirsiniz ümumi sual. Deməli, biz nə etməliyik? Deyir ki, sən, yəni, ümumi olaraq, məsələn, belə deyək də, kuryer deyir ki, restoran kuryerçisinə şəkildəki göstərilmiş marşrut ilə sifariş olunan məhsulu daşıdığı məntəqənin uzaqlığına və bağlamanın çəkisinə münasib şəkildə daşıdığı yükün kiloqramlı. Demir ki, B-yə əgər 80 kiloqramla gedibsə, B-də nə qoyacaqsa, B-yə nə gedirsə, məsələn, sən B-də, məsələn, B-yə nə aparırsa, o yola görə hesablamalısan. Əgər həmin o adam var, ha, kuryer, buradan əgər 80 kilo ilə gedirsə, B-yə doğru, 10 kilonu burada qoyursa, sən bu 10 kiloya görə bu 1 kilometri nəzərə almamalısan. 80 kilometrlik, deməli, belə deyək də, 80 kiloqramlıq bir yük daşıyırsa, 10 kiloqramı burada qoyursa, 10 kiloqrama görə burada hesablanmır 1 kilometr. 80 kiloqrama görə hesablanır. Çünki daşıdığı yük 80 kiloqramdır, yəni buradan buraya kimi. Ona görə bəzən tələbələr çaşdırır, 10 kiloqramı burada hesablayır. B-yə aparanda 2 manat hesablayırlar. 5 dəfə az oldu deyir. Yəni məsələ bundan ibarətdir ki, sən burada hesablayanda nə etmək lazımdır? Götürüb elə daşıdığı yükü biz nəzərə almalıyıq. Ümumi daşıdığı yük nəzərə alınmalıdır. Nə qədər gedirsə, o qədər də elə uyğun gəlir. Keçdik biz indi şərtə baxın nə deyir orada. Deyir ki, çəkisinə mütənasib şəkildə daşıdığı yükün kiloqramı, daşıdığın yükün kiloqramla getdiyi yola kilometrlə hasilinin 5 dəfə az. Yəni yükün getdiyi yola hər bir şkalalar şeydir, yəni kilometrlərdir. 4 kilometr, 1 kilometr. Deməli yükün həmin o kilometrə hasili 5 dəfə az, yəni bölünsün 5. Yəni getdiyi yol üstü vurulsun daşıdığı yük bölünsün 5-ə. 5-ə nisbəti, yəni 5 dəfə az, 5-ə bölmə deməkdir. Все, hazır. İndi baxın, restoranın H məntəqəsinə 20 kiloqram çəkisi olan məhsul daşıyan kuryerə restoran ən çoxu neçə manat ödəməlidir? Restoranın H məntəqəsinə getməlidir. Restoranın H məntəqəsinə gedirsə ən çoxu deyir axı. Niyə ən çoxu? Çünki 2 yol getməyin 2 yolu var. Əgər kuryer buradan gəlsə, bura gəlsə 2, o da 3, 5, o da 1, 6, o da 2, 8. Bu yolla gəlsə neçə manat edir? Neçə kilometr edir? 8. Nə qədər yol uzunsa, təbii ki, o qədər pul çox qalacaq da. Bu 8 kilometr edir. Amma bu tərəfdən gələndə, baxın elə, bu tərəfdən gələndə 2, o da 4, 6, o da 1, 7, o da 2, 9. Görürsünüzmü? 9 kilometr. Deməli, mən ən çoxu deyil, axı, ən az desə o bir yolu götürərəm. Ən çoxu dediyinə görə bu yolu götürməliyəm. 20 kiloqramla çıxıb, neçə oldu? 2, o da 4, 6, o da 1, 7, 9 kiloqram. 9 kilometr daha doğrusu. 9-u vurarsan yükə, nəyə bölərsən? 5-ə. Hazırdır sənin sualın. Bununla bu getsin çıxır. 36 cavabımız B variantı. Gördünüz mü? Hazır. Uzun yol bu tərəfdir. Görün nə qədər rahatdır. Bu rahat sual ötəsindən daha rahat hamı gələ bilər deyə düşünürəm. Çünki burada hardasa yük qoymur hardasa. O bəzi suallarda burada yük hardasa qoyur. Bax, bu sualı kim tanış deyilsə bu sualın o yerdə çaşa bilər bu arada. Keçək növbəti sualımıza. Çəkləri deyir ki, eyni olan. Çəkləri eyni olan sifariş olunan məhsulla restorandan çıxan kuryer onların 1/4 hissəsini B məntəqəsində, qalan məhsulun yarısını
C məntəqəsində təhvil verdikdən sonra yerdə qalanını F məntəqəsinə çatdırdı. Kuryerə bunun üçün 104 manat ödənildi. Kuryer restorandan neçə kiloqram yüklə çıxmışdı? Düzü mən də yadımda deyil bunun cavabı nə idi. Mən istəyirəm ki, birbaşa cavabı yoxlayım, birbaşa gedim. Çünki bu sualı necə elə bilərsiniz, rahat olsun sizin üçün. Variantları yoxlayarsınız. 90'ı yoxlayarsan alınmaz, 110'u yoxlayarsan, 140'ı yoxlayarsan. İndi bilmirəm, 160 idi, yoxsa yox, yəni 160 yox, yəni istəyirəm ki, vaxtımız çox getməsin. Yəni bu arada bir-bir yoxlaya bilərdiniz, yəni. Normalda 90'ı yoxlayıb hiss eləmə olur ki, ədəd çox balacadır. Daha artırıb 160'ı birbaşa götürə bilərsən, ya 200'ü götürə bilərsən. Yəni 160'ı yoxlayaq. 160 ilə əgər çıxsa, yəqin burada qrafik görsənir. 160 ilə çıxsa 14də biri barı tapılır. 90'ı niyə götürərsən ki? 4də biri tapılmır axı. Elə 4də biri tapılanlar onsuz da 160 ilə 200-dür də. Ona görə bunlardan başlamaq lazımdır. 160'ın 4də biri. Çəkilər eyni olan, bu arada çəkilər eynidirsə, olan sifariş olunan məhsulun da nə qədər çəki var bilmirsən. Necə bağlama var. Çəkləri eyni olan sifariş olunan məhsulun restoranın çıxan kuryer onların 4də bir hissəsini B məntəqəsinə, qalan məhsulun yarısını C məntəqəsinə təhvil verdikdən sonra yerdə qalanını F məntəqəsinə. İndi baxın, 160'ın 4də birini B məntəqəsinə aparmayıb. Məntəqə buradadır bu arada, restoran. Bunu B məntəqəsinə aparanda 160'ın 4də biri 40 eləmir. Sən 40'a 1 kilometrəni 40 ilə vurub bir 5'ə bölmürsən. Sən o B məntəqəsinə neçə kiloqramla gedib? Elə onu hesablayırsan ümumi. B məntəqəsinə qədər 160 kiloqramla gedib axı. Deməli 160 vurulsun B məntəqəsinə 4də bir hissəsinə, o 4də biri boş ver. B məntəqəsinə getdiyi yol bax elə 160-dan bura gedib. O havaya getmir ki. 120 kiloqram havayı nə yaparsın ki B-yə qədər? Ona görə 160'ı vurursan. 4'də, daha doğrusu neçəyə vurursan? 1 kilometrə. Çünki 1 kilometr edir, bölürsən 5'ə. 160'ı da biz 5'ə bölsək, neçə eləyəcək? 20 dəfə, bu da 12 dəfə. Səhv eləmirəmsə 32 gelir. Bu 32 manat burada gəldi. Bu 32 manat axırda bunları toplayacağam. Gördünmü? Deməli burada neçə kiloqram qoydu? 160'ın 4də biri. Şifayı hesablayaq. 160'ın 4də biri 40 edir. 40 kiloqramı burada qoydu. Hal-hazırda buradan çıxır. B'dən çıxırışı gəlir hara? Hal-hazırda onun əlində 120 kiloqramlıq yük var. Buradan gedir. B məntəqəsindən qalan məhsulun, yəni 120'nin də yarısını C məntəqəsinə qoyur. Buradan gedir C, yəni 60'ı hesablamırsan. 120 ilə gedir axı bura. Yəni 120 kiloqramla gedir. Ona görə 120 kiloqrama görə hesablayırsan. 120'ni də vurursan, getdiyi yol yenə orada 1 göstərir. Bölürsən 5'ə. Bu da eləcək 24 edir səhv eləmirəmsə. 24 manat buna pul ödənməlidir. Gördünmü? C məntəqəsindən isə kiloqram qoydu. Yarısını. Düzdürmü? 60 kiloqramı burada qoydu. 60 kiloqramdan yola çıxır indi. İndi deyir ki, təhvil etsin, sonra yerdə qalanını, yəni 60 kiloqramı hara qoyur? F məntəqəsinə. Yəni 60 kiloqramla C-dən gəlir bu F-ə. 60 kiloqramdan gəlir. Ona görə də 60 yükü vurursam 4'ə bölürsəm 5'ə. Bu da eləyəcək 12 vuraq 4, yəni 48. Üstə qəşəngcə 48 gəlirsən, bunları toplarla neçə edir? 6, 4 yazsan 1 yadda, 5, o da 9, o da 1 yadda edən 104 manat. Şu hazır. Sən demə düz yaxşı yadında qalmışdın. Uzaqbaşı E variantı ola bilər cavab. Məntiqlə götürəndə 4də 1 isə tapılmalı idi. Rahat olsun deyə. Tapılmaya da bilər. O daha riyazi, yəni misallar gedir eləçilə. Normalda məntiq suallarında naturaldır. Yəni tam ədədlər verilir çox vaxtı. Aksər hallarda. Nadir hallarda natamam, yəni 10 tamamı neçə verilir. O da biraz vaxt ala bilər. Bunlar gəlin silək və növbəti şərtimizi oxuyaq. Görək nə var orada. Deməli növbəti suala baxıram. Növbəti sual deyir ki, restoranda kuryerə ümumi çəkisi 70 kiloqram. Deməli, nə verilib? 70 kiloqram olan 4 bağlama verildi. Ümumi çəkisi 70 kiloqram 4 bağlama. Eynidir, demir, eynidir. Bağlamaların 3 eynidir bu arada. Və onların tapşırıldı ki, 20 kiloqramlıq bir bağlamanın bir məntəqəsinə, əgər 20 kiloqramlıq bir bağlama varsa, orada 53-ə bölünmür ki. Belə çıxır ki, məntiqlə götürəndə həmin o 3 dənə bağlamanın hər biri, sən demə, elə 20-dir, o tək qalan 10'dur. Fikir versəz, üçüncü isə D məntəqəsini təhvil verirsən. Yüngül çəkili bağlamanı isə F-ə. Yüngül çəkili belə çıxır ki, 20-dən azdır. F-ə verib axırda. Belə çıxır ki, elə ən axırda F-ə düşən elə 10 kiloqramı aparacaq, F-ə verəcək. Burada məsələ nədir bizə? Biz 70 kiloqramla çıxmalıyıq, hara getməliyik? Bu ona tapşırıldı ki, 20 kiloqramlıq bir bağlamanın B məntəqəsinə, ikincinin C məntəqəsinə, üçüncünün isə D. Yəni bunlara gedir 20 kiloqramlıq. B-dan C-yə, C-dan D-yə. B-C-dir, yadında qalsın bir dənə. Yazıram bura B-C-dir. Axırda F-ə deyəsən getməlidir. Düz deyirəm. Sən baxın. B-C-dir. Sonra axırda ən yüngülünü F-ə aparacaq. Ardıcılıq belədir. B-C-dir. Sonra F-yə gedəcək. Ən axırda buna ən yüngülünü aparacaq.
Buradan hara getməlidir? B-yə. Yenə 20 kiloqram bura aparmalı deyil. Siz 20 kiloqramı yoxla, vurmayın 1-ə, bölməyin 5-ə. Axı neçə kiloqramla getdi ora? 70 kiloqramla gedib. Ona görə 70-i vurursan, getdiyi yola bölürsən 5-ə. Bu eləcə nə qədər? 14 edir. 14 manat buna görə pul verilir. Üstə gələk. Burada neçə kiloqram? 20 kiloqram burada qoydu. B-dən çıxanda 50-dən neçə kiloqram var? 50 kiloqram var. İndi getməlidir hara? C-yə getməlidir. Buradan da C-yə gələndə 50 kiloqramla gedib axı. Nə olsun 20 kiloqram burada qoyacaq. Amma 50 ilə gedir deyə 50-ni yox hesablamalısan. Vurmalısan 1-ə bölməlisən. 1 kilometr deyə vurursan 1-ə, bölürsən 5-ə. Bu da 10. 10 manat buna görə verəcək. 20 kiloqram da burada qoydu. İndi buradan hara gedir? Sonra D-yə gedir. Hal-hazırda 20 kiloqram burada qoyub. 30 kiloqramla çıxır, gedir D-yə. 30 kiloqramla çıxır, gedir D-yə. Yenə 1 kilometr gedir. 30-u yenə vurursan 1-ə, bölürsən 5-ə, 6 manat elədi. Üstəgəl 6 manat və hal-hazırda 20 kiloqram burada qoyub baxır. Əlində neçə kiloqram var? Hal-hazırda çıxır buradan. 10 kiloqram əlində var. Bunu da axırıncı yüngülü hara aparır? F-ə gedir. F-ə gedəndə 4 hesablamırsınız. Buradan gəlir bura 1. Buradan gəlir bura məcbur. 5 kilometr yol getməlidir. 10 kiloqram yükdür əlində. Onu vurursan məcbur 5-ə, bölürsən 5-ə. 5 dəfə az deyirdi. Bu da 10 manat da buna düşür. Və sən bunlar toplayırsan 20, 34, bu da edir 40 manat elədi. Bir dəqiqə cavabda yoxdurmu 40 manat? Hə, var deyirəm də. Və salam cavab olur E variantı. Bu sualın mənə səhv olduğunu demişdilər. Ona görə biraz şübhələndim. Səhv bir şey yoxdur, yəni hər şey qaydasında. Keçdik növbəti sualımıza. Növbəti sualımız deməli bunları yeniləyək. Növbəti sualımız cədvəl sualıdır. O da təhlillə bağlı. Cədvəlin təhlili sualıdır bu arada. Bu sual əslinə qalsa vaxt aparıcılığına görə, yəni faizi qəşəng bilən sual, yəni 5 dəqiqə 3 dənə sualı rahat, yəni rahat yazardı, yəni. Bu 85-87 nisbətən düşündürücü sual tipidir. Nisbətən düşündürücü sual tipidir. Deməli, cədvəldə X və Y anbarında olan 5 növ meyvədən bəzilərinin kiloqramla miqdarı və ya digər meyvələrə görə faiz nisbəti verilib. Deməli, baxın, deməli, heyvanı bizə 180 kiloqramla verilib, 180, faizi bizə 30-dur. Biz X anbarında nə qədər çəkisi neçə kiloqram meyvənin olduğunu biz tapa bilərik. Həmin ədədi biz X götürsək, X-in 30% nəyə bərabərdir? 180-ə. Vurarıq 30-a, bölərik 100-ə, yəni 30%-ni tapırıq və 180-ə bərabər edirik. Burada sıfırlar getsə 3x bərabərdir 10 vuraq 180. 3 ilə 180 ixtisar gedərsə 60 qalır burada. Bu da edir 600 kiloqram. X bərabərdir 600 kiloqram. Yəni 600 kiloqram bizə nə olur? X anbarında olan çəki. Yəni ümumi miqdarımız. Burada götürüb qeyd edək. X anbarında 600 kiloqram meyvə var ümumi olaraq. Bu tapılandan sonra buradakı hissələr hamısı tapılır. Şaftalın miqdarı faizdə 24-dür. 600-ün deməli nəyi tapmaq lazımdır? 600-ün 24%-ni tapmaq lazımdır. 600-ün də 24%-ni biz tapsaq, 600 vurulsun 24 bölünsün 100. Bu da eləyəcək 6. 6 vuraq 24. 6-nı 24-ə vuranda 120, o da 24, 144 kiloqram edir. Görürsünüz? 6 vuraq 24. 120, o da 24. 144 kiloqram. Deməli, şaftalı 144 kiloqrammış. Bu tapıldı. Sonra burada fikir versək 10%. 600-ün 10%-ni tapıram. 600-ü vururam, ona bölürəm 100-ə. Bunlar getdi 6, 60 qalırdı birbaşa. 60 banandır. Sonra baxın, burada biz əriyi də tapa bilərik də. 600-ün neçə faizi əriyin miqdarına bərabərdir? 90 kiloqrama bərabərdir. Baxın, 600-ün bilirsən neçə faizini bilmirsən. Tənəsübdən də elə bilərik əslində qalsa və yaxud belə də elə bilərik. 600-ün x faizi. Görürsən, 600-ün hər hansı bir faizini tapmaq üçün həmin faizə vurub bölürsən də 100 onsuzda. Həmin 600-ün də x faizi bərabərdir 90. Hazır bir sualımız. 6x bərabərdir 90-a. X də bərabərdir 90 bölünsün 6. Bu da eləyəcək 15 səhv eləmirəmsə edir. Yəni sən demə 15% bu bura düşəcək. Görürsünüz, yes bu almanı biz necə tapa bilərik? Alma da tapılır əslinə qalsa. Almanı necə tapmaq olar? Biz götürüb nə edə bilərik buradan? Götürərik, faizləri toplayarıq, çıxarıq. 100-dən çıxarıq bunları. 25, bu da 24. Neçə edir? 25, bu da 24, 49, bu da 79. Düz hesabladım yəqin ki. Deməli, bunların cəmi 54, 64, 79, bəli.
79 elədi, 21% də gəlib düşdü bura. Biz indi 600-ün 21%-ni tapırıq. 600 bıraq 21 bölək 100. Yəni 6-nı 21-ə vurmaq lazımdır. 126 edir. Burada düşdü 126 kiloqram. 126 kiloqram. Yəni bu ədədləri biz yazaq elə birbaşa buradan. Deməli, 144, 21, 15, 126, 60. 600 var. Bunları silək indi. Vəssalam. İndi biz nə edirik? Biz X ambarında neçə kiloqram alma var? Almanın miqdarı burada 126 kiloqram. Ona görə cavab burada hansı variant olacaq? Burada cavabımız B variant olacaq. Keçdik növbəti sualımıza. Bunlar qalsın elə burada. Deyir, Y ambarında əriyin miqdarı X ambarındakı bananın miqdarına bərabərdirsə, Y ambarındakı kimin miqdarı? Əriyin miqdarı düzdür. X ambarındakı bananın miqdarına bərabərdir. X ambarında bananın miqdarı nə qədərdir? 60 kiloqramdır. Y ambarında da əriyin miqdarı o zaman 60 kiloqram olacaq. Yəni bu sırf bu 89-cu suala görə belədir ya. Yəni bu arada biz bu Y ambarını tapa bilmirik. Sadəcə bunun əsasında biz tapa bilirik. Deməli biz Y ambarındakı əriyin miqdarına 60 kiloqram veririk və bu zaman Y ambarındakı ümumi kiloqram tapılır. Neçə kiloqram meyvə var burada? X qədər var. Onun 15%-ni tapanda, çünki 15% əriyə bərabər, 60-a bərabərdir. 100-ə bölüb bərabər edirsə 60. Hazırdır. Deməli biz belə eləyək də bunu. 15x bərabərdir 60 bıraq 100. 60-dan bu ixtisar getsə 4 dəfə ödəlir 400 kiloqram. Sən demə 400 kiloqram buradaymış. Və bundan sonra bizə nəyi soruşur? Y ambarında neçə kiloqram heyva var? Heyvanı soruşmur, bu buranı soruşur, bu boşluq yeri soruşur. Onu tapmaq üçün bunların hamısını tapmalısınız. Məsələn, bu kiloqram 80 verib, 10% verib. Məsələn, 410% 40 edir, bura düşəcək 40 və birbaşa elə heyvanın kiloqramı tapılır. Heç bu qədər şeyi tapmağa ehtiyac yoxdur. Çünki bunların hamısının cəmi nə olmalıdır? 400 olmalıdır. Vəssalam. 100, 180, o da 60, 240 eləyir. 160 elədi deyəsən, 160 kiloqram bu da C var. Bu qədər bəsit. Yəni, bu çox rahatdır, bayaqki sualdan rahatdır nisbətən. Əslində qalsa ikisi də o qədər də çətin deyil. Növbəti sualımız 90. Əgər Y ambarındakı almanın miqdarı X ambarındakı əriyin 9/5 hissəsinə bərabərdirsə, bir dənə oxuyaq yadında qalmır. Əgər Y ambarındakı almanın miqdarı X ambarındakı əriyin, X ambarında əriyin miqdarı 90 kiloqramdır. Bunun 9/5 hissəsi 9/5-ə vurmalıyam. Bu dərəcə 50 kiloqram. Bu 50 kiloqram nəyin qiyməti eləyəcək? Y ambarındakı almanın miqdarı 50 kiloqram. Bunu yaz saxlayaq. Y ambarı alma 50 kiloqram. Deməli biz nə edəcəyik? Y ambarında ucu nəyin miqdarı yadından çıxdı? Almanın miqdarını da dedik, düzdür. Baxın sualda. Almanın miqdarı. Çünki hər şey sual bütün belə deyək, diqqət hamısı sualdadır deyə cümlə yadda qalmır. Almanın miqdarı X. X ambarında bəli. Almanın miqdarını biz 50 kiloqram tapdıq, düzdür. Deməli biz 50-ni hara yazmalıyıq? Məcbursan hara yazmağa? Alman yeri. Görürsən, dəyişir artıq ədədimiz. Çünki o 400 yazdığımız şərti idi. 89 nömrəli suala görə bu 400 idi. Növbəti suala görə dəyişir. Bir dənə X ambarı dəqiq tapılır. Məcbursan almaya 50 kiloqram verərsən bu dəfə və hansı ədədin, aşağıdan silərik. Hansı ədədin 50%, 10% 50 kiloqrama bərabərdir? Bunu tapırıq. Baxın, Y ambarı olsun X, bilmirsən də nədir? Onun ümumi çəkisi, onu tapmalısan. Həmin ədədin 10%-ni tapanda nəyə bərabər edir? 50 kiloqram alması, gördün mü? Hazırdır. Neçə edir? 500. Y ambarı 500 kiloqramda belə çıxır. Səndən nəyi soruşurdu? Y ambarının ümumi çəkisini tapırıq. Axırda nəyi soruşur? Y ambarındakı meyvələr neçə faizi? Şaftalıdır. Neçə faiz şaftalıdır? Bunu mənə soruşur. Bu da çox hazır çıxır cavabımız birbaşa. Necə çıxır? Çünki sən ümumi çəkini 500 tapmırsansa, yenə digərlərinə heyvan salana ehtiyac yoxdur tapmağa. Şaftalı 60 kiloqram verib də sənə deyir ki, 500-ün neçə faiz, yəni 500 100-dürsə 60x belə də elə bilərsən tənəssüblə. Amma mən məsləhət görürəm ki, ağır məsələlərdə daha yaxşısı tənəki bu formatda bir şeydir. 500-ün vurulsun, hər hansı faizini tapmaq üçün x-ə vurub görürsən də 100-ə neçə faizi bərabərdir almanın, şaftalının miqdarına, yəni 60-a. Orada bizə deyir ki, neçə faiz şaftalıdır. Burada bilirsən, x bərabərdir. Bu arada bir dəqiqə faizi biz götürən niyə 300 qalır? 500-ün neçə faizi bərabərdir? 60. Hə, deyirəm də, elə bildim, səhv hesablayıram, bəli. 5x qalmadıq. 5x bərabərdir, deməli, 60-a. Bu da deyir 12%. Bəs cavab burada olur 12A variantı. Növbəti sualımız, deməli, növbəti sualımız 91 nömrəli sual.
Deyir ki, diqqətlə baxsaq, deyir ki, bu formada davam edir ardıcıllığımız və deməli Fibonacci gedir bu arada. 6.9, 15-dir. 9-dan 15 növbəti 24-dür. Bunu orada deyir yəni bu arada. Və 70 ədəddən deyir neçəsi təkdir, neçəsi cütdür. Bizə neçəsi təkdir. Bir dənə yazaq elə. Bizə burada rəqəmlər lazımdır. Son rəqəmləri yaza bilərik. 6, 9, 15. Buraya ehtiyac yoxdur 24 yazmağa. Son rəqəm nə düşür? Onu sən yaz. Cüt ədəd düşür. 4 yazır. Sonra son rəqəm növbəti 9 görürsüz. Növbəti 3-dür, növbəti 2-dir, növbəti 5-dir, növbəti 7-dir, növbəti 2-dir, növbəti 9, növbəti 1-dir, növbəti 0-dır, növbəti 1-dir. Bu formada davam edir. Baxın. Cüt, tək, tək. Cüt, tək, tək. Cüt, tək, tək. Fikir versiniz elə bu formada gedir. Cüt, tək, tək. Hər dəfə 3 dənədən bir təkrarlanır. Cüt, tək, tək, cüt, tək, tək, cüt, tək, tək. Biz nə deməliyik? 70-i nəyə bölməliyik? Bunun içində nə qədər? 70-ə qədər nə qədər cüt, tək, tək var? Yəni o həmin 70-i 3-ə bölürsən, baxırsan nə qədərsi var. Birbaşa götürəcəm də, yəni 10, 20 dəfə yox, 23 dəfə deyəsən elə. 23 dəfə ilə birbaşa yazdım. 69 qalıb orada 1 qalır. Baxın elə 23 dənə bundan var. 23 dəfə 23 dəfə bundan var, görürsünüz. Qalıq bir nə deməkdir? Ondan sonra birincini götürürsən. Bizə burada təklik soruşur deyə sən ondan sonra dövrəyə 23 dəfə tamamlayandan sonra, qutarandan sonra bir dənə bunu da məcbursan götürməyə, amma ehtiyac yoxdur. Çünki o cütdə onsuz da tək deyil. Bizdən də təklik soruşmuşdu axı. Təklərin sayı nə qədərdir? 23 vurulsun 2. 2 dənə təkdə. Hər üçlünün içində 2 dənə tək var. 23 dəfə təkrarlanırsa 23 vur 2, 46 dənə tək var burada. Yaxşı, cütləri soruşsaydın olardı. Cütləri soruşsa, təbii ki, burada 14 qalır, daha doğrusu 24 qalır. Bəs bu yolla onu necə tapa bilərsən? Hər dövriyyənin içində bir dənə cüt var və dövriyyə 23 dəfə təkrarlanıbsa, 23 vurulsun cütlərin sayı 1. Niyə üstünə 1 gəlirsən? Çünki qalıq 1 qalıb baxın. Məcbursan buradan birincisini götürərsən, sayasan, hesaba onu daxil edəsən. Əgər burada qalıq 2 qalsaydı, sən dövriyyə tamamından sonra sən bu 2 dənəsini dövriyyəyə daxil eləməli idin, bilirsiniz? Formada. Təbii ki, burada təkləri soruşur deyə 46 sualımızın doğru cavabı olacaq. O qədər də dəhşətli çaşdırıcı qoymamışam sualı. Bu arada bunları düşünə bilirəm. Sadəcə özüm o qədər də çox dərinə salmıram. Çünki qəbul da üstünə çox da dərin olmur yəni. Keçdik növbəti sualımıza. Bu sual da çox rahat sualdır. İlk adlı qurumun təşkil etdiyi imtahanda ancaq gənc və orta yaşlı namizədlər iştirak edib. Məlumdur ki, onlardan 600 nəfəri gənc olmaqla, deməli baxın, gənc adamlar var. Bir də deməli kim var? Gənc yox. Qadın və kişi. Əvvəlcə gənc, qadın və kişi biz bunu bölməliyik. Çünki axırda fikir verin, bizə soruşur neçə nəfər qadın, neçə nəfər kişidir. Yəni bunu biz qadın kişilərə də bölməliyik. Deməli bu olsun gənc insanlar, bu olsun orta yaşlı. Orta yaşlı. Düzdür? Bunlar da iki yerə bölünəcək də yəqin ki. Çünki ancaq gənc və orta yaşlı namizədlər iştirak edib. Bunların da içərisində kişi var və qadın var. Bunu da iki yerə bölürəm. Kişi və qadına. Baxın nə deyir bizə? 600 nəfər gənc olmaqla 1300 nəfər qadındır. Deməli 600 nəfər gənc qadındır. Bu qadın yerinə gənc yerinə 600 yazsam, 1300 də qadın varsa 700 qalır orada. Orta yaşlı qadınların sayı 700 olur birbaşa. Bu qədər bəsdir. 3000 nəfər gənc, 900 nəfər orta yaşlıdır. 3000 nəfər gəncdirsə, gənc hamısı 3000 nəfərdir axı. Deməli bura nə düşür? 2400 bura düşür. 900 nəfər orta yaşlıdır axı. Bura düşür 200. Deməli gənc 2400 nəfər kişidir, orta yaşlı 200 nəfər kişidir. Bizə nə soruşur? İmtahanda iştirak edən kişilərdən neçəsi orta yaşlıdır? Orta yaşlı kişilərin sayı 200. Hazırdır. Növbət sualımız. Fiquru fırlatmamalıyıq. ABCD ardıcılığı ilə düzməliyik. Bunu necə birbaşa edə bilərik? Sualın həlli. Biz yadınıza gəlirsə biz bunları x, y ilə düzüb birbaşa cavaba gələ bilərik. Məsələn, bunları gəlin x, y ilə düzək. Bu olsun x, bu olsun y, bu olsun. Bu arada biraz balaca götürün bunu. Deməli, bu x-dir, bu y olsun, bu z olsun. Buna uyğun biz artıq düzürük bunları. Bu y isə bunların qonşuları hamısı eyni olmalıdır. Fiqurlar da fırlatmamaq şərti ilə qonşular da hamısı eyni olmalıdır. Şərt bunu deyir, daha oxumadım, vaxtımız getməsin. Qonşular burada z-dir. Y, z, bura nə düşməlidir? Məcbursan bura x atmağa. Deməli, qonşular hamısı x olacaq. Y, x, bura düşəcək z. X, z, bura düşəcək məcbur y. Bunlara hamısına y verirsiniz. X, y, bura düşəcək z. Qonşular hamısı z olacaq. Bura x isə burada x düşəcək, bura düşəcək y, qonşular hamısı y olur, y, z, bura düşəcək x, 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 bunları hamısını x veririk. Y, y, x, bu olacaq məcbur z. Y, z, bura x, bura x, bura y, burada y, burada y, burada məcbursan z verməyə. Bunun oxşarını elə.
Əslində qalsa bu üçlükdən görmə olur rahat şəkildə. 2-3-1 temasına görə. Bax, bunu görürsünüzmü? Hətta çox oxşur birinə. 2-3-1 bir-birinə oxşur. 2-3-1 iki dənəsi. Bu formalı 3 dənə fiquru seçməlisiniz. Hansılar da olar? Bu formalı. Bu formalı fiqurlar. Başlangıc bucaq, T hissəsi sağ tərəfdən. Ona oxşar üç bucaqlar bax budur. Qırmızı ilə qoyduqlarımdır. Bax budur. Biri budur. Bir də bu buradakıdır. Kodlara baxın, bizə lazımdır 3-2, daha doğrusu 3-1-2, 3-1-2. Bax bu kodlarla bu kodlar bir-birinin tam oxşardır. Görə bilirsiniz yəqin ki. Və bu tək bunlara görə də baxa bilərsiniz. 2, bura 2-dir. Görürsünüz? Tək burası 1 olanı seçə bilərsiniz. Bu da məntiqdir. Diqqətlə baxsaq, aşağısı x-dir, aşağısı x-dir, burada aşağısı y-dir. Deməli, aşağısı y olan və bu tək olan 1-dir. Belə də götürə bilərsiniz. Və yaxud bu oxşarları da götürə bilərsən. 2, yuxarı 3, sadə 1, 2, 3, 1. Bura baxın, x, z, y, x, z, y. Yəqin tam olaraq hiss edə bildiniz ki, yəni oxşarlar bunlarmış. Və bundan x, z, y, x, z, y görsən oxşardır kodları. Deməli, sən demə, x-in yerinə nə yazmalısan, məcbursan buna. 2 yazmalısan. Z-in yerinə yazmalısan. 3 yazmalısan. Y-in yerinə yazmalısan, 1 yazmalısan. Da doldurmağa ehtiyac yoxdur. Elə doldursan hamısı elə eləyəcək. Sənə A-nın qiyməti, sənə dedi ki, A, B, C-D ardıcılığı ilə düz. A-nın qiyməti x olduğuna görə biz x-i tapmışıq da, 2 tapmışıq. Deməli, A-nın yerinə 2 düşməlidir. Çünki biz burada x-i deməli 2 tapmışıq. Sonra AX-dir. Sonra B bizdə hardadır? B. B-nin yeri bizdə hardadır? B-nin yeri. B-nin yerini görmürəm. Ha, B desəm buradadır. Y-in yerinə verilib. Y-in yeri 1-dir. Görə bilirsiniz yəqin ki. Y burada 1-dir axı. Deməli burada da Y 1 olacaq. B-nin yerinə 1 yazmalısan. Senin yeri bax X-in yerindədir. X bizdə 2-dir axı. Deməli C də bizdə 2-dir. Və nəhayət bir dənə D qaldı. D-nin də yeri buradadır. Görə bilirsiniz. Z-dir. Z-in də kodu 3-dürsə, deməli buradakı Z də 3-dür. Deməli D-də qiyməti birbaşa 3 olur. Sualımızın doğru cavabı nə olur? 2, 1, 2, 3. Yəni sualımızın doğru cavabı olur 2, 1, 2, 3. Keçirik növbəti sualımıza. Deməli, ağır sualla artıq biz sualımızı həll edirik. Ağır bir sual. Fikir versək burada nə edir? Sonundakı 4 rəqəmini əvvəlinə keçirsələr 3 dəfə böyüyə bilən ədədlərdən ən kiçiyini müəyyən edin. Burada nə etmək lazımdır? Burada ümumiyyətlə biz bilmirik həmin rəqəm 4 rəqəmlidir. O problem də burasıdır. Ən kiçiyini yaratmalısan və 4 rəqəmlidir rəqəm. Həmin ədəd 5 rəqəmlidir, 6 rəqəmlidir, 10 rəqəmlidir, 15 rəqəmlidir, 20 rəqəmli, neçə rəqəmlidir? Bunun hər formada ola bilər. Deməli, həmin rəqəm bilmirikləri. Sonundakı 4 rəqəmi, həmin o sonu 4, bir dənə onu bilirik. Bu belə olsun. A, B, C bəs edir. Nöqtə, nöqtə, nöqtə bilmirsən çünki neçə rəqəmlidir. N sayda da fərqləmir. Nə qədər istəyirsən qoy. Yəni, davam edir. Düz hara kimi axırıncı rəqəm 4 alınır. Deyir ki, sonundakı 4 rəqəmi, həmin ədədin sonu 4. Sonundakı 4 rəqəmini əvvəlinə keçirsələr, bunu gəlin keçirək əvvələ. 4-ü keçirəndə əvvələ ABC dalıca gəlməlidir və davam eləməlidir. Ha, bura baba davam edir. Bilmirsən neçə rəqəmlidir. Bax davam edir. N sayda bilmirsən nə qədər. Davam eləməlidir. Nə baş verir burada? 3 dəfə böyüyə bilən. Yəni hal-hazırda bu ədəd var ha, 4 əvvələ keçəndən sonra ədəd 3 dəfə böyüdü. Bax bu 3 dəfə böyükdür. Bu ədəd 3 dəfə böyüdü. Yəni, yuxarıdakı aşağıdakından 3 dəfə balacadır. Bu ikinci alınan ədəd var ya, 4-ü əvvələ gətirəndə 3 dəfə böyüdü ədəd. Bunu demək istəyir. Və ən kiçiyini müəyyən edin. Həmin bu bilən ədədlərdən ən kiçiyini müəyyən edin. Bu qayda ilə biz bunu müəyyən edərik. Ən kiçiyini müəyyən edin. Əslində bu cümlə olmaya da bilərdi. Onsuz bir dənə cavab çıxır bunun. Ən kiçiyini müəyyən edin. Bu ədədin soldan 3 və 4-cü rəqəmini. Əgər axırdan desə, vurmaya müraciət edirsiniz. Baxın, axırdan 3-cü, 4-cü və yaxud son birinci, ikincini desə, yəni axırdan, sondan. Buradan deyir soldan, sağdan demir ki, sağdan desə və yaxud axırdan desə, sağdan bu arada deyə bilər. Sağdan desə vurmadı. Nəyə görə? Çünki siz bu ədəd 3 dəfə böyüməyib. Belə eləyək də. A, B, C, nöqtə, 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 4. 3-ə vuranda nə alınmalıdır? 3-ə vuranda bu alınmalıdır. Deməli, buranı bilmirsiniz nədir? Lap əvvəli var. Ədədin lap əvvəli nədir? 4-dür, sonra A-dır, sonra B-dir, burası C-dir. Burada bilmirsən nə qədər ədəd var. Sadəcə bildiyin odur ki, bura nə düşəcək? 2 düşəcək. Görürsünüz, 3 dəfə 4. 12, 2 yazın, 1 yadda. Bu formada siz bunu davam edə bilərsiniz bu arada.
Yani bu aşağıda iki düştü. Deməli buranın yani yazmalısan ikini yazmalısan bura. Çünki bura iki düştü. Bu həmin ədəd bu ədədə bərabər olur normalda. Çünki məsələn bunu mən sizə sadə bir yolla izah edim. Düşünün ki 3 rəqəmli ədəddir. ABC 4 rəqəmli ədəddir. Axırına 4 atıblar. Bu 4-ü əvvələ gətirəndə məsələn 4 ABC olmur. Bu ədəd əgər 3 dəfə böyüyürsə sən götürüb ABC 4-ü götürüb 3-ə vuranda nə alınır? C bura düşür. B bura düşür. A bura düşür. 4 bura düşür. Ne bakın herhalde. Şu 4'e vuran 2 bura düşmür. Sen 2'nin burası C olduğuna göre burada 2, senin yerine 2 yazmalısın hatta. Burada da həmin vəziyyətdir. 3 dəfə 4, 12. 2'nin buraya yazmışsınsa 1 yadda. Bura 2 düşürsə avtomatik bura 2 yazılmalıdır. Bakın 3'ü 2'ye vuranda 6, o da 1 yadda 7. 7'nin buraya yazsansa deməli bu yandaki de 7 olmalıdır. Yani 2'nin sonunda duran ədəd 7 olmalıdır. Sonra 3'ü 7'ye vuranda 21 düzü 1 yazsan 2 yadda. Bura 1 yazdığına göre bu 7'nin sonuna artıq yenə 1 düşməlidir. Elə bu formada davam edir. Bu ədəd əgər 20-yə gəlirsə, sən onun sol tərəfinə geri çıxara bilməzsən, yəni. Sağdan, əgər desəydi ki, sağdan ikinci və üçüncü, sağdan ikinci və üçüncü rəqəmlərin cəmi nə olacaq? Sağdan iki, birinci, ikinci, üçüncü. Sağdan ikinci və üçüncü rəqəmlərin cəmi olardı 8 məsələn. Amma bizdə soldan soruşulur. Yadda saxlayın. Vurmada biz həmişə nəticəni sağdan alırıq. Bölmədə isə nəticəni biz hardan alırıq? Soldan alırıq. Belə çıxır ki, bu taktika ilə biz işləməliyik. Yəni vurma yox, bölmə ilə. Çünki bizi soldan soruşulur. Soldan soruşulursa gəlin keçək. Soldan baxaq. Deməli bu 3 dəfə böyükdür. Deməli biz bu ədədi 3-ə bölərik. Nəticə bunu alarıq. Götürüb bölək. 4, A, B, C bilinmir neçə rəqəmlidir. 20 rəqəm də ola bilər. 30 rəqəmi də ola bilər. Bu nəyə bölməliyik? 3-ə bölməliyik. Çünki 3 dəfə balaca budur. Bunu 3-ə vuranı bu alınırsa, bunu da 3-ə böləni bu alınır. Böldük bunu 3-ə. Nə alınmalıdır? ABC 4. A, B, C, nöqtə, 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 nöqtə. Bilmirsən də neçəlidir? Sonsuz da ola bilər. Sonsuz olmaq təbii ki. Şimdi baxın, əvvəldəki ədədləri biz rahat tapa bilirik. Görürsünüz. Deməli, iki tane burada 4 var. Deməli, 1. Bölmə sütunlar siz bilirsiniz bunu. Bilirsiniz. Buraya düşdü, aşağı 1. A-nın yerinə 1 yazdığına görə buradakı A-nın da yerinə sən məcbursan 1 yazmağa. 4-dən 3 çıxdın 1 qaldı. Bu 1 nə etməli? Düşməlidir aşağı. Neçə dəfə bölünür? 4 dəfə olmaz, 3 dəfə. 3 dəfə 3, 9. Aşağına düştü, 2 düştü. Bu B'nin yerine sen 3 yazdığına göre buradaki B'nin de yerine 3 yazmalısın mecbur. Görsen buraya yazandan sonra burada da yazmalısın dalacak. Bir de o yukarıdaki 3 düşecek aşağı. Neçə dəfə bölünür? 6 dəfə yox, 5 dəfə. 5 dəfə yox. 5 dəfə nə idi? 8 dəfə yox, 100 dəfə. S'ye gördün 7 yazdım. Buradaki S'ye de mecbursan 7 atmalısın. 3 dəfə 7, 21. Burada düşür 21. Və düşdü aşağı 2 görürsünüz. O 7 düşmür aşağı. İndi neçə dəfə bölünür? 9 dəfə görürsünüz. 9 dəfə 9-u buraya yazdığına görə 7-nin sağına yenə götürürsünüz 9 atırsan. Düz bizə ehtiyac yoxdur davam eləməyə. Görsən 9 dəfə 3 27. Bu 27-dən 27 çıxanda 0 qalmır. Amma bizə lazımdır ki, burada 0 qalmasın. Burada son rəqəm 4 alınana qədər davam eləməlisən. Son rəqəm 4 alınana qədər. Görsən hal-hazırda 9 dedi, dayanmadı yəni. Sadəcə bizə ehtiyac yoxdur ona getməyə. Çünki bizə soldan 3 və 4-cünü deyir. Soldan həmin o ABC-ni almışam da həmin ədədi. Həmin ədəd bizdə ilkin ədəd bu idi da. Sonu 4 olan ədəddən əvvəl aparanda. Ədəd bu idi. Həmin ədəd buradakıdır. Soldan 2 və 3 və 4-cü. Üçüncüsü budur, dördüncüsü budur. Mən hara davam edirəm? Dördüncünü soruşur məndən. Üçüncü, dördüncü, 7, 9. Düz görürəm də yəqin ki 16 olacaq sualımızın doğru cavabı. Onların cəmini soruşur. Yoxsunu soruşsa cavab olar 63 məsələn. Fərqlənmir. Bu tipli sualları istənilən formasını məntiqi düşünmə yolu ilə həll edə bilərik. Gəldik bu suala. Deformasiya sualıdır. Biz burada nəyi tapmalıyıq? Deməli, biz burada ikiliklərə baxsaq, baxın. İkiliklərdən biri budur. İkiliklərdən biri buradakıdır. Başqa burada ikilik mən görmürəm. Bu ikinin koduna baxsan, 3-4'dür. Bu ikinin koduna baxsan, yenə 3-4'dür. Sənin səhv eləmir əslinə qalsa. Baxın indi. Bu ikiliyin kodu da yenə 3-4'dür. Daha yazmağa ehtiyac yoxdur. Bir də ikilik var. Burada hardadır? Bu L-dir. Görürsünüz? L. L də ikilikdir. Biz bu sürətli keçid yadınıza gəlirsə, o sürətli keçidimiz bizdə belə idi. Ən qısa yol axtarırdıq. Sadəcə burada 2 dənə olmağı problem yaradır. Çünki buradan 1, 2, 3, 4-cü yol ən qısa yol olur. Bu yandan getsək 1, ən qısa yol axtarıram. 2, 3, 4 yox alınmır. 5 yola çatır. Ən qısa yolu H-dan Aya doğru getməkdir. Və yaxud H-dan Aya, A-dan Y-ya, Y-dan R-ya. Ən qısa yol bu yandan başlayır. Yəni qısa yolu sən burada tapsan, buradan bura 1, 2, 3, 4-cü yol. Düz orada biz Y hərfini məntiqlə tapa bilərik budur. Ən ortada düşən budur. Yolun düz ortasında Y-dir. Yəni Y tapılır əslində qalsa. İndi bilmirəm bu dərin yarışmam çox dərin oldu. Belə tam başa düşərsəksə daha da rahat bir yer
seçəcəm. Bu ikiliyə birləşən üçlük var ha. Bu ikiliyə birləşən üçlükdən söhbət gedir. Həmin üçlük dörtlüyə də baxa bilərik. Dörtlük tərəfindən istəyirsə baxaq. Bu ikiliyə birləşən dörtlük əlavə olaraq 3-ə, 3-ə, 3-ə birləşir. Yəni, bunların kodlarını yazanda rahat görsənir əslində qalsa. Buna birləşən dörtlük isə, baxın nəyə birləşir? 4-ə, 4-ə, 4, ancaq 4-ə birləşir. Bunları fərqləndirən budur. Bu ikiliyə birləşən dörtlük ancaq üçlərə birləşir. O hansı ikilikdir ki, ona birləşən dörtlük var ha, üçlərə birləşir. Düzdür, ikilərə birləşir bir dənəsi, amma dörtlüklərə birləşir. Görə elə bax, budur görəsən. Buna birləşən üçlük yox, dörtlük. Buna birləşən dörtlük nəyə birləşir? Dördlərə birləşir. Deməli, bu H deyil. H bizdə L olacaq. Görürsünüz, elə baxın indi buna birləşən dörtlük buradadır. Buna birləşən dörtlük görürsən üçlərə birləşir. Deməli, bu neymiş? H imiş. Çünki H-ın dördünə, H-a birləşən dörtlüyə üçlər birləşirdi. Deməli, L biz tapıldı H imiş. H-ı biz dairə alırıq. Bir də nə tapıldı orada? O bir ikilik avtomatik tapılır. Bu da N imiş. Tapıldı. Bunu qəşəng tavandan sonra biz kısa yoldan birbaşa çıxış edə bilirik. Yəni, gedə bilirik birbaşa. Bu yolu bayaq göstərmişdim 4 yol. H-dan 1 yol, 2 yol, 3 yol, 4-cü yol N-dədir. H-dan 4 yola. H-dan gəlir A-ya, bu 1 yol, ən qısa yol. A-dan gəlir Y-yə, Y-yə yəni. Y-dan gəlir R-yə, 3-cü yol, 4-cü yol birbaşa N-yə. Gördünmü? Ən qısa yol budur, H, A-ya, Y-də, sonra R-yə. Bunun başqa qısa yol yoxdur burada. Təbii ki, belə taktikaları da bilməlisiniz, yəni kod vaxtınızı alacaq. Bunları hamısını tapmışam deyə dairə alıram. Sonra N əlavə olaraq I hərfinə birləşir. Burada N əlavə olaraq I-yə birləşirsə, bu olacaq I. Onu da aldım. Hazırdır. Sonra Y hamısını tapmışam. Bir dənə tapılmayan V-dir. Görürsünüz, dairə almaqda da məqsəd odur. Y bir dənə V-yə birləşir. Y burada görürsən, hamısı tapılıb, bir dənə əlavə olaraq tapılmayan V-yə birləşəcək. Görürsən, ən aşağı aparır bura. V oldu. V da tapıldı. V özü hamısına birləşib, bir dənə Z-yə birləşir. Tapılmayan, ha, bu arada bir dənə F də var, bu arada, boş verək. Sonra H-da, gəlin H tərəfdən baxaq. H burada bir dənə tapılmayan E-dir. E-yə birləşir. H burada görürsünüz, bir dənə E-yə birləşirsə E olacaq buradakı. E də tapılır. Sonra baxırıq başqa. V birinə, I-yə baxa bilərik. I hamısına birləşənlər tapılıb, bir dənə birləşən tapılmayıb F. I görsənmi? Bir dənə birləşən tapılmayıb, o da F-dırsa bir dənə K-ya düşür payına. Şu hazırda yarımçıq sualınızı buraxa bilərsiniz. Yəni ehtiyac yoxdur davam eləməyə. Çünki sual dəqiqdir, heç bir şey atıb eləmədik. İndi biz burada nə etdik? Nəyi tapdıq? Deməli biz burada tapdıq, görmürəm hərfləri. L H-dır, L. L bizdə H-dır. L hərfini H tapdım. K hərfini də mən F tapdım da, düzdürmü? K hərfini mən F tapmışam. Bu F-i də yazdım yəqin ki bura. Yəqin düz olar. Deməli, bəli düz. Yəni düşəş olub bunları yazaq. L bizdə H-dırsa, L-ə H uyğun gəlir. K-ya da bizdə F uyğun gəlir. Yəni 1-ə uyğun gəlir F hərfi. Variant olaraq nəyə götürməlisən? A variantı götürməlisən. 1A. H-a nə uyğun gəlir? L-yə yəni H. H hardadır? D buradadır. Məcbursan bunu götürməyə. 2E. Vəssalam. 1A, 2E sualımızın doğru cavabı olmuş olur.